Demək ki, bugünkü mövzumuz dünya ölkələri, bu gün necəyik? Bu gün işimiz çox maraqlı bir mövzudur. 20-30-cu illərdən danışacağıq. Bir dənə də aşağı sinif mövzusu var. Əslində burada biraz mövzularımız nisbətən azalıb, o zaman biraz daha çox təkrar eləyək deyə bunun üçün çalışırıq. Həm də biz hara gəlib çatmışıq, artıq ümumiləşdirmə eləmişik. Siz ümid edirəm ki, hər kəs ümumiləşdirmə dərslərinə baxır. Sabah da bu hissəni ümumiləşdirmə buran eləmiş, bu sabah buran eləyəcək elə deyilmi? Bu şəkildə təkrarlara baxaq ki, nə olsun? Öyrəndiklərimiz təkrar biliyin anasıdır, test işləməkdə atası və onun üçün nə edirik? Bunlara diqqət edirik. Getdik ya Allah. Demək ki, birinci yuxarı sinifdən başlayaq ki, burana diqqət edək. Demək ki, birinci məsələ nədir? Biz demişdik ki, Birinci Dünya müharibəsi xatırlayırsınızsa da 1914-1918 biz Birinci Dünya müharibəsinə qədərki hadisələri danışmışdıq. Amma birbaşa Birinci Dünya müharibəsinin içindən çox danışmamışdıq. Birinci ona görə bir dənə Birinci Dünya müharibəsinə qısaca bir xatırlayaq ki, görək nə baş verib, biz necə gəlib bura çıxdıq, nə oldu, niyə oldu, necə oldu. Birinci Dünya müharibəsinin mahiyyəti, demək ki, mahiyyəti buydu. Tamam. Salamünaleyküm. İmtahana düşən yerlər elan edildi. Baxıram ki, baxarız bir şey olmaz. Kimara düşüb deyəm. İkinci cəhətdən. Demək ki, Tamam. salamünaleyküm. Demək, Birinci Dünya müharibəsində biz belə bir şey danışmışdıq. Demək ki, Antanta ilə Antanta var idi. Bir Üçlər İttifaqı başladı. Daha sonra gedişatda Üçlər İttifaqı çevrildi, Dördlər İttifaqı oldu və nəticədə Antanta qalib gəldi. Belə bir şey eşitmişik. Müharibənin səbəbləri demişdik ki, sənaye inkişaf edir, telefonlar dinc dayanmışsa, dərs keçə biləcəyik. Demək ki, sənaye inkişaf eləməkdə idi və sənayenin xam malını və satış bazarı lazım idi. Yəni xam mal və təzə satış bazarı və bütün bunları həll eləməli idik biz. Yəni daha çox ölkələr və inkişaf eləsinlər. Böyük dövlətlər arasında rəqabət də ona görə artırdı. Bunu başa düşdük. Demək ki, bir müharibənin nəyi var? Səbəbləri var. Bir müharibənin bəhanəsi var. Bir də müharibənin demək ki, nəticəsi var. Amma bir də bundan başqa hər ölkənin ayrıca məqsədi var. Demək ki, dörd şeyi fərqləndirə bilməlisiniz. Müharibənin səbəbi nədir? Bayaq dediyimiz rəqabət, xammal və satış bazarı məsələsi. Deyə bilər ki, müharibənin bəhanəsi nə idi? Kimin öldürülməsi idi? Frans Ferdinandın öldürülməsi. Bunu başa düşdük. Daha sonra bu problemi, əslində bu bardağı daşıran son damla idi. Demək ki, Almaniyanın məqsədi nədir? İndi gedək, demək ki, Almaniyanın əsas rəqibi Böyük Britaniyadır və digər ölkələri zəiflədir. Onların nələrini istəyir? Demək ki, orada hökmran olmaq istəyir. Almaniya belə bir şey istəyir. Super. Almaniya belə bir şey istəyir. Avstriya Macarıstanla da Rusiyanın maraqları Balkanlarda toqquşur. Əslində Balkanlar belə baxanda Osmanlıya aid bir ərazilər kimi idi, amma Osmanlı həmin ərazilərdə üstünlüyü itirmişdi. Xüsusən Birinci və İkinci Balkan müharibəsinin nəticəsində artıq Osmanlı Balkanlarda demək olar ki, heç nə qalmamışdı. Bir dənə Ədirnə və ətrafı ərazilər qalmış. Bu sözü yadda saxlayın. Fransa istər nə idi? Revanşist siyasət, o da Elzas Latrinyanı istəyirdi. Belə bir şey eşitmişik. Demək ki, dünya müharibəsi başladı. Demək ki, Serbiyaya müharibə elan elədi. Avstriya Serbiyaya müharibə elan elədiyi üçün Rusiya da nədir? Demək ki, Avstriya müharibə elədi və beləliklə bunlar bir-birinə qarşı müharibə elədilər. Sual bizə bu ola bilər. 1905-dəki planın adı nə idi? Bu planın məqsədi nə idi? Plan çox sadə idi. Demək ki, Fransanı tut, Fransanın məsələsini tez həll elə, daha sonra ikinci cəbhəyə hücuma keç. Yəni ildırım sürətlə birisini həll elə, vur get o birisini həll elə. Onun üçün Belçikaya daxil olmalıdılar. Bir tərəf ölkə Böyük Britaniya da buna görə müharibəyə qoşulmuşdu. İlk vaxtlar müharibənin 3 cəbhəsi var. Qərbdə döyüş gedir, şərqdə gedir və Balkanda gedir. Yadda saxlayaq ki, indi xəritədən baxaq. Qərb, şərq nə deməkdir? Yəni qərb cəbhəsi dediyimiz şey, yəni Almaniyanın qərb hissəsindən söhbət gedir. Şərq dediyimiz bu hissə və ən önəmli cəbhələrdən birisi Balkan. Təbii ki, Osmanlı girəndən sonra demiş, niyə cəbhəsi açılacaqdı? Bunu izah eləmişdi, yadıma gəlir. Və bir burada döyüşlər var idi. Xüsusən Osmanlının məğlub olduğu bir döyüş var idi. Nə döyüşü uşaqlar? Demək ki, Cənubi Azərbaycan ərazisindən çıxmalı olmuş. Tabii. Sarıqamış əməliyyatı. Daha sonra Osmanlı qalib gəldiyi bir döyüş var idi, əməliyyat idi. Çanaqqala eşitmiş kimi belə bir şey yazdı. Yəni boğazları tutub buradan kimə köməyə getmək istəyirdilər? Çanaqqala ilə. Hara getmək? Rusya'ya. Rusya'ya. Rusiyaya, Rusya'ya. Rusiyaya köməyə getmək istəyirlər. Bu da baş tutmadı. Çanaqqala döyüşündə Azərbaycanlılar da iştirak eləmişdi. Buraları eşitmişik. Burada bir başqa bir döyüşdə demişdik ki, İngiltərə İraqı ələ keçirmək istəyir və burada da onlar Bağdadda Kutul Amarədə məğlub edilirlər. Seyid Onbaşı'nı tanıyırsınız mı? Seyid Onbaşı. Nə etmişdi bu? Yani
AQP 215 qabiliyyəsi kiloluk gülləri əlasın. qaldırır. Bunu qaldırmışlar. Allah Qaydırmışlar. eləməsə. Əla. Süper. Demək ki, insan bir şeyə inanınca və onun üçün belə də son yol görüncə və həqiqətən mən bunu bacarıram deyib işin altına girincə onu qaldıra bilir. Biz də hədəflərimizi bu şəkildə düşünürük ki, yəni bu alınar və bunun üçün biz bu işdəyik, yəni bu dəqiqə onun üçün çalışırıq. Demək ki, Verden qəssabxanası belə bir sual var idi. Fransa ilə Almanya arasında, ikisi arasında olub və çox adam öldüyü üçün bu qəssabxana adlanır. Nə qədər adam? 1 milyona yaxın adam. Düşünün ki, Azərbaycandakı adamı düşünsəz Allah eləməsin 10 adamdan biri yəni ölüb döyüşdə. Bu da belə. İkinci bir Somma döyüşü. Bu da ilkdən yadda saxlamış. Nə döyüşü idi? Tank döyüşü. Bir döyüş var idi, döyüşü Jutland, dəniz döyüş etmişdik belə bir şey. Və baxın buradan əslində problemlər başlayır. Deyir ki, Rusiya da fevral inqilabı olur və Rusiyada nə devrilir uşaqlar? Monarxiya devrilir. Daha sonra nə oldu deyirik ki, Rusiyada oktyabrda növbəti bir çevriliş oldu və kimlər hakimiyyətə gəldilər? Bolşeviklər hakimiyyətə gəldilər. Bolşeviklər çoxdan dedikləri sözü yerinə yetirməlidirlər. Bu söz nə idi? Nədən çıxmaq uşaqlar? Müharibədən çıxmaq. Bunun üçün də Müharibeden. imzalamışdılar Brest-Litovsk. Yadda saxlayın sizə belə sual olacaq. ABŞ daha öncə müharibəyə girib, baxın diqqətli olun. ABŞ daha öncə müharibəyə girib. Rusiya daha sonra müharibədən çıxır. Hətta bir il sonra təxmini. Aydındır? Bir ildən də biraz çox. Amma yadda saxlayaq ki, Rusiyanın müharibədən çıxacağı hardan bəlli idi? Artıq çarı yıxıb kim hakimiyyətə gələndə bəlli idi. Bolşeviklər hakimiyyətə gələndə bəlli idi. Borclu sağlığını istəyər, bəhanəsi nə olmuşdu? Almanlar bunların gəmilərini bombalamışdı falan. Bunu 11-də izah eləmişdik. Daha sonra 1917-ci ildə baxın bura diqqət eləmir çox vaxt uşaqlar. 1917-ci ildə İtalyan ordusu hayıf çıxıldı İtalyanlardan. Almanlarla kimlər bunları məğlub elədi? Avstriya bunları məğlub elədi. Bunu da başa düşdük. Məncə bunu da dedik. Separat nə demişdik? Azərbaycan separatçı qüvvələr var idi. Kimlər idilər? Separatçılar. Ermənilər, Məlik, Qarabağ. məlik, Məlikliklər, məlikləri deyə məlikliklər. bilərik, məlikliklər. Deyə bilərik, bəli. Məliklikləri deyə bilərik. Qarabağdakı sonra separatçı nə qurumu deyə bilərik mi onları da? Bunlar separatçı, bölücü. Bir dənə separat akt var idi hansısa müqavilədə. Hansı müqavilədə idi? Türkmənçayda. Brest-Litovskda Yox, Bakının deyir ki, qorxması. yazıq dəftəri hamı yazır. Demək ki, Gülüstanda nə var idi? Sərhədlə bağlı bir dənə separat akt var idi. Haranın ərazisinə Lənkəranla sərhəd baxılmaz yazı gəlin belə bir şey. Xatırlayan var? Bəli, bəli. Məlasınız. Məlasınız. Getdik. Demək, Kompiyenda isə, deməli bu hissəni də anlatdıq necə olur. Demək ki, ə, Osmanlı məğlub oldu, Avstriya, Macaristan falan. Ən son Almaniyada bir inqilab oldu. Almaniyada monarxiya devrildi. O zaman müharibənin gedişində monarxiya bir Rusiyada devrilib. Bir daha da devrilib uşaqlar Almaniyada. Almaniyada nə quruldu? İlk dəfə respublika quruldu və Almaniya müharibədən çıxdı. Biz Almaniya mövzusunda işləyərkən yazı gəlmir. Kir qiyamı falan demişdi yazı gəlmir belə bir şeylər. Almaniyanı keçən dərs keçmişik. Kimin yadına gəlmişsə oraya gedib baxsın. Müharibə yekunu pis bir şeylə oldu. Baxın, 20-30-cu ilin hadisələrin səbəbi əslində buradadır. Demək ki, müharibədən ən güclü çıxan ölkə hansı oldu? ABŞ, ABŞ. Avropa oldu. Yeni müstəqil dövlətlər yarandı, siyasi xəritə dəyişdi. Bəzi ölkələr ümumiyyətlə bu müharibənin yekununda, bir vaxt gedişində ikisini dedik, Rusiya ilə Almaniyanın nədir? Gedişində, yekununda isə hansıları deyirik? Bunlar Avstriya, Macaristan, Avstriya və biraz daha Osmanlı. gecdə Osmanlı nə edəcək? Ləğv olunacaq. Amma bu sözlər önəmlidir də. Daha sonra sərvətlər itdi falan, o yan bu yan bunu eləyirik yadda salaq. Deyirik ki, dünya müharibəsində müstəmləkə sistemi böhran keçirdi. Bax, müstəmləkə sistemi dağıldı 2 gün müharibəsindən sonradır. Bu sözləri yaxşı yerində yadda saxlayın oldu. İmtahanı gedib doğru qazanı etməmək üçün. Deməli, bunu da təhlil etdik ki, dünya müharibəsi bir ölkəni borc almaqdan borc verməyə və demək ki, ümumilikdə dünyaya, yəni belə deyək, çətinliklər gətirdi, problem oldu falan filan, amma siyasi xəritəni nə etdi? Yenilədi. Biz bunları nə etmişdik? Danışmışdıq. Daha sonra belə bir şey var idi, xatırlayırsınızsa, demək ki, bunları keçək. Bir önəmli məsələ, Versal Vaşinqtonu danışmışdıqmı sizlə? Versal Vaşinqtonu xatırlayırmı? Bəli, bəli Hə, danışmışdıq. Versalı genişcə danışmışdım, mən xatırlayıram. Demişdi, buradan xüsusən hansı prinsip var idi, imtahanda sual düşə bilər. Deyir ki, nə idi? Xalqlar öz müqəddəratını edirlər, təyin Təyin etmək. Yəni etməlidir. 14 maddə. Sual düşə bilər Birinci Dünya müharibəsindən sonra nə onun adı, nə həyata keçirildi və ya nə problem oldu? Deyirik ki, Birinci Dünya müharibəsindən qalib gələn ölkələr
Almaniya və onun müttəfiqləri ilə sülh bağlamaydı, sülh müqaviləsi. Bunun üçün qaliblərin nə adlanırdı bu? Sülhü adlanırdı. Bu qədər sadə bir şey. Demək ki, Versal sarayında başladı, Paris konfransı adlanır. Bunu da danışmışıq. Burada demişdik, millətlər cəmiyyəti yaradılıb. Millətlər cəmiyyətindən sonra nə məsələsi var? Digər bir önəmli məsələ mandat sistemi. Mandat neçəyə bölmüş? Neçə dənə mandatımız var uşaqlar? Neçə bal toplayıb? Deyəndə oxşuyur. Qonşulardan. Neçə bal toplayıb? Bax, bu adama oxşuyur. Davam edirik. Dörd dənə idi də mənim. Üç dənə ABC, ABC, A, B, C kateqoriyaları. Yox, Deyək ki, mən ay, ölkələri deyirəm mən. nə ölkələri? Mandat hüququ alan ölkələr. Əlasan, əlasan. C kateqoriyasına vermirdilər demişdik. Mandat vermirdilər. Bunlar eşitmişik. Bu sülh nə adlanır? Diktə edilmiş sülh. Diktə edilmiş sülh. Almaniya demək narazılıq etdi, amma niyə bunu qəbul etdi? Sual düşə bilər. Qəbul etdi ona görə ki, yenidən müharibə aparacaq əskər qalmamışdı. Yəni döyüşməyə heç kəsin həvəsi qalmamışdı. Bunu da başa düşdük. Ultimatum şəklində verilib desə olar. İmzala deyə bəli, bunu tələsdirdilər. Aydındır? Aha, çox sağ olun. Demək ki, belə bir şey nə oldu? Bu Almaniyanın ərazisi də demək niyə buna narazı oldu? Çünki Polşanın ərazisi bundan ayrılır dedi. Almanlar üçün bir acı bir hadisə. Gəldik bu xəritəyə baxırıq. Görürsünüzmü? Almaniya, sonra Fransa, nə bilim nə. Burada arada bir Polşa. Daha sonra 2-ci Dünya müharibəsi sonunda biz 1939 bu gün buranı necəyik? 1939 hansı müqavilə ilə böləcəyik bunlar arasında? Razılaşacaqlar. Molotov-Ribbentrop. Molotov-Ribbentropdan böləcək. Bunu nə edirik? Mütləq yadda saxlayırıq. Buna nə edirik? Diqqət edirik. Gəldik, baxaq görək nə var idi burada başqa bizim xatırlayacağımız. Mandat sistemini başa düşdük, verilən ölkələri başa düşdük. Hətta dominion söhbəti də var idimi? Dominion. Kimin dominionlarını? İngilislərin nəyinə verilirdi hətta İngiltərə. demişdik? İngilislərin İngilislərin. dominionlarına verilirdi. Bunları da eşitmişsiniz deyə ümid edirəm. Bir də belə bir şey deyə bilər. Deyər ki, demək Avropanın xəritəsində də dəyişiklik oldu. Avropadan öncə dövlətlər yarandı, milli dövlətlər. Lap qıcıq sual salacaq olsaq, aydındır? Lap qıcıq sual salsaq bunu sala bilərik. Milli dövlətlərin yaranması. Demək ki, Versal müqavilə sisteminin nəticəsi nə oldu? Avropanın siyasi xəritəsi dəyişdi və deyirik ki, nəticədə yeni milli dövlətlər yarandı. Aydındır? Məsələn, biz Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransındakı ölkələr tərəfindən tanınır. Görürsən ki, o da onun bir hissəsi kimi öyrənə bilərik. Okay? Bu da belə getdi. Məncə burada bir qeyri-adi bir şey. Qum üzərində yazılmış bir sülh adlanırdı. Çünki iki əsas problemi burada demişdik nə idi? Demişdik təzminat məsələsi, eləmi? Və qalib ölkələrində nədən narazı qalmaları yeni ərazi dünyanın bölünməsindən. İtaliya istədiyini almamışdı. Yaponiya da harda ağalığının azalmasından narazı idi uşaqlar. Sakit Çinli. Okeanda. Bəli, Çin ərazisində Sakit Okeanda. ABŞ-la Sovet Rusiyası bunu, Sovet Rusiyasını almamışlar, ABŞ da bunu etməmişdi, ratifikasiya etməmişdi. Yəni 20-30-cu ilin hadisələrinin problemləri Birinci Dünya müharibəsinin nəticəsindəki o iki sülhlə qoyulur. Bax, bunu başa düşməliyik. Yəni 1919, 1920 məsələn belə deyək, olan hadisələr, bir də 1921-22 Vaşinqton var. Bu iki konfransla 20-30-cu il konfranslarının əsası qoyulacaq. Və 20-30-dakı problemlərlə də biz nəyə gedib həll edəcəyik? Hara gedib çıxacağıq? İkinci nəyə? İkinci Dünya müharibəsinə. Oldu. Bunu yeni yadda saxlayırıq. Deyir ki, Amerika dedi ki, biz Avropa işinə qarışmaq istəmirik. Senat bunu təsdiq etmədi. Deməli, bir səbəb nə oldu? ABŞ-ın bunu eləməməsidir. Versal müqaviləsi niyə davamlı olmadı? Birisi budur. İkincisi deyirik ki, nə idi? Qalib ölkələrin özlərinin razı olmaması. Aydındır? Üçüncüsü isə nə idi? Deyir ki, buradakı məğlub ölkələr üzərinə necə bir sülh kimi idi? Sanki onları cəzalandırıcı bir sülh idi. Buyur Zahidə. Mən saxladıq. Mənim orada Yaponiya narazılıq eləyir, Çinə olan ərazilər əlindən gedir. Amma Vaşinqton sülhündə də Çin narazılıq eləyir axı Yaponiyadakı, yəni ərazilərin çoxu Yaponiyada qalır deyə. İndi o izah edəcəm necə oldu. Demək ki, mahiyyət nətər idi? Çin narazı olur ki, Almaniyadan alınan mülklər Yaponlara verilir mandatlıq kimi. Çünki Almanlar da kimin ərazilərini tutmuşlar? Çinin ərazisini tutmuşlar, tamam. Çin deyirdi ki, o Almanlardan aldığı ərazi mandat kimi kimə verməli deyirsiniz? Yaponiyaya. Ona görə hara qoşulmadı Çin? Millətlər Cəmiyyətinə qoşulmadı. Aydındır? Sonra oldu Vaşinqton konfransı. Vaşinqton konfransında isə Çinin ərazi bütövlüyü tanındı. Bundan da kim narazı qaldı? Yaponiya qaldı. Hər dəfə fərqli ölkələr. Baxın, demək ki, Paris konfransında narazı qalan ölkə hansıdır? Çindir. Aydındır? Vaşinqton konfransında narazı qalan ölkə hansıdır? Yaponiyadır. Aydın nə demək istədiyim?
Başa düşdüm müəllim, çox sağ olun. Yəni çünki fərqli yanaşmalardır, aydındır. Demək ki, Çinlə narazısınız, anarası evdən var, orada yazılır, məncə orada daha yaxşı yazılıb. Gəldik bura. Deyir ki, Paris konfransında qərarlara aid Yaxın Şərq Afrikaya harada yox idi, bu məsələlər yox idi. Bunları həll etmək üçün, yəni Uzaq Şərq və Sakit Okeanla bağlı məsələlər yox idi. Bunu yenə də yadda saxladıq. Burada deyirik ki, mülklərin tanınması ilə bağlı müqavilə imzalandı. Digər ərazidə Çinin müstəqilliyi və ərazi bütövlüyü nədir? Tanındı. Aydındır? Demək ki, bu və dəniz məhdudlaşdırılmış müqavilə kimin, baxın, Yaponiyanı narahat edən şey iki şeydir. Bir, Çinlə bağlı. Bax, bu situasiya sual olub. Hətta keçən normal bir sual kimi də işləndi. Amma biraz səhv var idi sualda. Amma tapmaq olurdu. Necə sual çıxa bilər? Deyək ki, Çinin ərazisi alanı nə idi? Bir, dəniz silahlarını məhdudlaşdırmaq. İki, nə idi? Çin müstəqilliyi və Çinin ərazi bütövlüyü. Tamamdır? Yaponiya nədən narazı qaldı və kimə qarşı siyasət yürüdür? ABŞ-a qarşı qisasçılıq siyasəti. Biraz daha bir şey deyib davam edirik. Baxın. Diqqətli olaq. Burada nə var? Burada deyir ki, Çin ərazi bütövlüyü tanınması məsələsi Yaponiyanı narazı edir. Bunu başa düşdük, bu sadə bir şeydir. Bəs silahların məhdudlaşdırması Yaponiyanı niyə narahat edir? Çünki Yaponiya adadadır, tamam? Adalardan ibarət 4 dənə adadır. Nə bilim, Kyushu falan filan. Deyirik ki, Yaponiyanın dəniz silahı olmasa, buradan çıxıb heç hara nə edə bilməyəcək uşaqlar, hücum edə bilməyəcək. Buna da məhdudiyyət belə qoyurlar. Deyək ki, Yaponiyanın misal üçün 50 gəmisi o zaman ola bilər ki, İngiltərənin, ABŞ-ın burada neçə gəmisi var? 150 gəmisi. Aydındır? Yenə belə bir əmsal qoyublar. O zaman Çin, daha doğrusu Yaponiyanın güclənməsini istəməmək üçün İngiltərə ilə ABŞ nə etmirdi? Sakit Okeana gəmi gətirmirdi. Kim gəmisini artıra bilmir ona görə? Yaponiya gəmisini artıra bilmir. Yəni çox sadə bir üsulla Yaponiyanı nə etmişlər orada? Sındırmışdılar qısacası. Digər problem məsələsi nə idi? Təzminat məsələsi idi. Deyir ki, burada məsələ nə idi? Fransa ilə Belçika, mənim çox xoşladığım söz hansı idi? Hansı böhran? Uğur. Hüquq böhranı alasan. Demək ki, belə bir böhran oldu və bu böhran deyirik ki, nə üçün? Almanya təzminatı gecikdirdiyi üçün. Almanya təzminatı niyə gecikdir? Çünki maliyyə problemi var və bunun üçün bu gecikmişdi. Demək ki, bunu başa düşdük. Amma bu uyğun olmadı. Dedilər ki, tamam o zaman sizə də pul lazımdırsa, siz bizim sənayemizi almısınızsa, o zaman biz də kağız puldan kəsib nə edərik? Verərik, aparıb oyun oynayasınız. Yəni kağız pul bizdə çox. Çünki belə bir addım. Deməli, tərəflər çıxış yolu. O zaman çıxış yollarından birisi nə oldu? Davos planı. Aydın Davos planı təkcə ABŞ-dan yox, Böyük Britaniyadan da alacaqlar. Demək ki, 9-cu sinifdə ABŞ verilib, 11-ci sinifdə Böyük Britaniya məsələsi də var. Demək ki, Almaniya, Fransa, demək ki, Fransa və İngiltərəyə, demək ki, baxın necə sistem maraqlıdır. İngiltərə özü həm buna borc verir, həm də İngiltərə bundan nə alır uşaqlar? Təzminat. Borc alır. Aydındır? Borcu çünki faizinə verirlər axı. Bunu da başa düşdük. Ümumilikdə deməli bunu başa baxın keçən bu sual var idi. Davosdan sonra Almaniya ilə yaxınlaşdılar 20-ci il. Digər bir hadisə nədir uşaqlar? Bu da Locarno konfransı. Biz sizə bir şey öyrətmişdik ümumiləşmə dərsində. Konfrans varsa birinci hansı sözə baxırdıq konfransda? Səbəb məqsədini. Zamanı birinci, sonra məkanı oldu. İkincisi nə idi? Məqsədi. Eləmi? Adını zaten baxdıq. Məqsəd nə imiş? Almaniya hansı ölkələrin ərazisinə toxunmaması lazımdır? Fransa, Belçika. Harda toxunmuşdu çünki? Bayaq hara girmişdi müharibə başlayanda bir tərəf ölkəyə girmişdi mağaza? Bir tərəf Belçikaya Belçikaya girmişdi. girmişdi. Saxladınız, B hərfinin kodlayırlar arası. Ondan sonra da kimin Böyük Britaniyada 2 dənə B gəlmişdi müharibəyə. Niyə? Çünki Almaniya nə edir? Bura ərazi. Belçikadan kiçiklər hücum eləmişdilər Fransaya. Demək ki, Locarno'da nə söz verir bu? Mən hara hücum eləməyəcəyəm? Fransa və Belçikaya. Yəni bu bir pakt. Okay? Bunu başa düşdük. Daha sonra bu yeni bir sülh. Ümumiyyətlə biz belə öyrənirdik də. 1925-dən sonra 1926 nə gəlirdi? Almaniya nə edirdi? Millətlər Cəmiyyətinə Əlasan Millətlər Millətlər Cəmiyyətinə Cəmiyyətinə üzv olur. qoşulur. Tamamdır. Bu dövr 1924-1929 nə dönəmi kimi öyrənirik biz? 1924 Yumşaq. deyirik ki, yumşalma dövrü, nə bilim, yaxşı inkişaf dövrü, qızıl dövrü, hər şey superdir. 1929-da bir problem, nə idi problemimiz? 1929 Başlaması. böhran deyəcək, əlasınız. Demək ki, ikinci müqavilə nə idi uşaqlar? Və Almaniyanı qoyduq hara? Millətlər Cəmiyyətindən icazə verdik gəlsinlər. 2 il sonra Brian Kellogg, demək ki, Brian, bu da Kellogg, belə bir müqavilə imzaladılar və dedi ki, SSR-də bura qoşulacaq. Bunun mahiyyəti nədir? Bunun mahiyyəti odur ki, bunlar demək güya ki, anlaşmazlıq və münaqişələri nə yolla həll edəcəklər? Sülh yolu ilə həll edəcək. Bu sülh yolu ilə həll etmək məsələsi Locarno'da da var. Aydındır?
Burada da var. Hətta Millətlər Cəmiyyətinə də var idi ki, müharibə eləməyəcəkdilər. Bəli. Millətlər Bəli. Cəmiyyəti yaratmasının səbəbi də buydu. Aha, daha sonra deyir ki, bəzi dövlətlər, xüsusən ikisi qeyri-səmimi yanaşdıqları üçün, yəni münaqişələri sülh yolu həll etmədikləri üçün bu uzun ömürlü olmadı. Daha sonra üç ölkə birləşdilər, özləri nələr yaratacaqları uşaqlar, özlərinin bir təcavüzkar siyasəti həyata keçirmək üçün birliklərini, paktlarını falan və beləliklə bu dövr başa çatacaq. Bunu da elədik. Bu da Locarno İsveçrədə 20-30-cu ilin hadisələri. İndi gedirik 11-ci sinifdən əsas demək ki, mövzu buradadır. Deyirik ki, müharibə borcları təzminat problemi, Reyn təminat paktı, yumşalma dövrü, Brian-Kellogg və Anti-Komintern paktı. Eşitmişik belə bir şeylər? Eşitmişik. Deyirik ki, bu dövlətlər münasibətlərini ədalətlə həll etmədi və bu nəyə səbəb oldu? Yenidən bir narazılığa. Nə bu narazılıq? Əsas problem nədir? Borc və təzminat. Borcu verəcək ölkə kim idi uşaqlar? ABŞ. Borcu verəcək Birinci adam Sovet Rusiyasıdır, borcu verəcək ölkə, borcu qaytarma olan. Təzminatı verəcək ölkə hansıdır? Almaniyadır. Aydındır? Çünki Sovet, daha doğrusu Rusiya zaten Sovet deyil əslində. Əvvəl Çar Rusiyası kimdən borc almışdı Rusiya? Çar Rusiyası Antant ölkələrdən nə almışdı? Borc almışdı. Sonra kim gəlmişdi hakimiyyətə? Bolşeviklər. Bolşeviklər nəyə qaytarmaq istəmirdilər? Qısaca borclardan. borcu Orada qaytarmaq istəmirdi. De kim qaytarsın? Nikolay. Niko da ölüb. Almaniya isə hansı məsələni vermək istəmirdi? Təzminat. Bunun üçün bunlar demişlər də görüşmüşdülər. Xatırlayırsınız belə bir şey demişdik. Genuyada beynəlxalq konfrans keçirildi və bu ölkələr iştirak edir. Bunlara demək ki, dedik ki, borclar mənə aid deyil. Aydındır? Və bunlar getdilər özləri Rapollada nə demişlər uşaqlar? Rapollada bir saziş nə edəcəklər? İmzacılar. Avtoritar sistem. Baxın, avtoritar rejim. Avtoritar, yəni bir hökmdarın məsələn, öz hakimiyyətini qorumaq üçün qeyri-qanuni yollardan istifadə eləməsi, sərt idarə rejimlərinin bir formasıdır. Aydın? Demokratik, yəni seçkili idarəli bir orqandır. Aydındır? Komünist rejim tam fərqli bir şeydir. Yəni, komünist bir fəhlə partiyanın belə proletariat falan filan. Bir də nə var? Faşist. Almaniyada həm nasizm sözünü yadda saxlayın, nasist, yəni millətçilər. İtaliya isə sırf nə idi uşaqlar? Faşist. İtaliya faşistlərin başçısı kim idi? Sonunu. Mussolini. Bunu da eşitmişik. Burada belə getdi. Gəldi ki, Rapallo'da müqavilə imzaladı. Hər iki dövlət üçün müsbət tərəfi nə oldu? Nədən çıxdılar bunlar? Təcrid olunmadan çıxdılar. Bunu da elədik, yadda saxladıq. Daha sonra yəni iqtisadi blokada da deyə bilərik. İqtisadi blokada yazılmıyor burada. Bunlar da böhran şeydən çıxdılar. İqtisadi blokadadan çıxdılar mı? Əvvəlki kitablarda verilirdi də cümlə, aydındır. Amma normalda biz bunlar kimsə blokadaya almamışdı axı, aydındır. Amma əsas Sovet Rusiyası üçün demək olar. Almaniya üçün yox, aydındır. Bildim mənim sağ ol. Baxın kimin üçün soruşur da, yəni ikisi üçün məsəl üçün belə deyək, təcrid edilmiş hər iki dövlət. Tamam, bunu başa düşdük. Deyir ki, təzminat ödəməyi məcbur etmək üçün iki yolu var idi. Bir yol nə idi uşaqlar? Müdaxilə, vasitəçilik. Müdaxilə aldığında hüquq böhranı, vasitəçilik də deyəcəklər, o Dawes planı. Aydındır? Demək ki, bu dedi ki, məqsəd, birinci həll yolu. Yəni sən hər şeyi yerinə yetirməlisən, sənə vaxt vermirik. Bura işğal elədilər və bu da dedi ki, mən o zaman nə edirəm? Kağızla sizə pulu ödəyirəm. Bunu başa düşdünüz məncə. Almaniyanı cəzalandırmaq məsələsi alınmadı. Ondan sonra biraz yumuşatma yolu, yəni vasitəçilik məsələsi. Charles Dawes. Bu da ABŞ-ın verdiyi borclardan istifadə etməklə çıxacaqdır. Dawes planının məqsədi nə idi? Elə bax buradan düşmüşdü keçən sual. Deyir ki, Fransa Almaniyanın yaxınlaşması ilə, yəni artıq döyüşmürlər axı. Bu nə oldu? Yumşalma dövrü adlandı. Locarnoda bir pakt imzalandı. Burada nə var? Sərhədlərin toxunulmazlığı. Bunu izah elədik də. Niyə dedik ki, Almaniya Belçikaya Fransa hücum etməməyəcək? Çünki harada hücum eləmişdi? 1900 neçədə? 14-də. Aydındır? Belçika hücumu. Ayarlarsınız. Bunu başa düşdük. Sonra dedik ki, hansı məsələ var? Anlaşmazlıqlar nə ilə həll idi? Sülh yolu ilə həll edilməsi. Yəni hansı dövr başlayır? Əməkdaşlıq dövrü başlayır. Almaniyalılar aldılar Millətlər Cəmiyyətindən. Pakt sözünü 1919-da eşitmişdik bir də. AXC Gürcüstan arasında. AXC Gürcüstan eşitmişdik. Ya, burada belə getdi. Gələk görək başqa nə var. 1928-də bir Kellogg paktı, Brian Kellogg. Bu da deyir ki, münaqişələri necə? Dinc yolla həll etməsi. Münaqişələrin dinc yolla həll etməsi bir abituriyentin mütləq bilməsi lazımdır. Ümumiyyətlə belə bir şey var.
Samuel Huntington var. Bu deyir ki, sivilizasiyaların toqquşması deyə bir mədəniyyətlər döyüşəcək müxtəlif mədəniyyətli insanlar və bu toqquşmanı dinc yolla həll etmək mümkünmü deyə bir 10-cu sinifdə bir sual var. 11-ci sinif çox qəşəng bir sualdır. Mədəniyyətləri döyüşdürməmək üçün mədəniyyətdən müxtəlif mədəniyyətli insanların bir-birinə nələr olmalı, dialoq olmalı, bir-birlərini tanımalıdırlar. Nəysə davam edirik biz. 1920-ci sonlarda münasibətlər sabitlikdir. Problem hardan başladı? Demək ki, böhranla və bu dövr nədir? Qaranlıq dövr. 31-ci ildə artıq zəiflik ortaya çıxdı. Niyə? Çünki bu Liviyadakı şey bir son dur deyən yox idi. Bu nə idi? 1932-ci ildə buranın oldu amansızlıqla yatırılması məsələsi idi. Burada dartıb aparırlar. Sonra gəldik Ömər Muxtar əsir alınır. Bizdən Berlusconi bunu izah eləmişdik. Nə bilim, burada nə edirdi uşaqlar demişdik. Üzr istəyir falan filan. Başqa Papa nədən üzr istəmişdi? Buyurun, kimsə sual verdi? Attiladan bir üzr şeydir. istəmişdim. Bəsər bir şey. Kimsə sual verdi? Bilmiyorum, Sual biz verən de oldu. Mən Atilla götürə bilmirik. Atilla üzr istəyib kimdənsə? Yox, Papa Ha, Attiladan. Papa Atilla'da üzr, o da olar. Müasir dövrdə üzr istəmək var. Tamam, olar, sıkıntı yox. Üzr istəyəndən söz. Bu Hansı Azərbaycanda üzr yürüşlərine görə üzr istəmir və müəllim? üzr videosu çəkilir Azərbaycanda, görürsünüz. Davam edirik. 1930-cu illərin əvvəllərində Manchuriyanı işğal edən ölkədirsə, hansı ölkəni seçəcəyik uşaqlar? Yaponiya. Bax, Yaponiya çox yerdə işləmir, amma Yaponiya çox hiyləgər bir ölkədir sual salmaq üçün. Yaponiya Birinci Dünya müharibəsində hansı ölkəyə qarşı müharibəyə girib onun uzaq şərqdəki mülklərini tutmuşdu? Almaniyaya qarşı. Almaniya. Almaniyaya qarşı. Bayaq deyildə Çindəki mülklərini. İkinci Dünya müharibəsində kimlə birlikdədir amma? Almaniya ilə Yaponiya nə yazır? Ayı yazır. Tabii bunlar birlikdədirlər. İndi də bunlar birlikdə müharibəni tərəfləri olacaqlar. Amma hələlik tam birlik ola bilmirlər. Birazdan olacaqlar. Bunu başa düşdük. Nasistlər hakimiyyətə gəldi və ondan sonra yenə də Millətlər Cəmiyyətindən çıxdılar və necə bir siyasət yürüdürdülər? Qapalı siyasət. Əslində bütün ölkələr qapalı siyasət yürüdürdülər. Öz pullarını başqa ölkəyə çıxıb getməsini istəmirdilər. Öz məhsulunu özü alaraq davam edirlər. Məsəl üçün biz belə bir şeyi harda eşitmişdik? Məsələn, dövlət öz məhsulunu alırdı. Etatizm belə bir şey eşitmişdim. Etatizm siyasəti. Belə bir şey eşitməmişdim. Atatürkdə idi də mənim. Atatürk'te alasınız. Sonra bakın Japonya oyuncak kurdu. Ermənistan da oyuncak kurmuş. Bakın bizim bu dəqiqə olduğumuz yerdə özlərinin oyuncaqını qurmuşlar. Bir dövlət qurmuşdular. Başlarına ilə daş saldıq çıxıb getdilər. Demək ki, 30-cu illərdə nə oldu? Diktatura rejimi belə bir sual atmışlar qrupa. Çox qəşəng sual idi. Demişdik, necə salmışız Dimin sualında? Mütləq Dimdəki 30 sualı işləmək, Dimin topluca bu sualları işləmək lazım 20-30-la bağlı. Yəni nə oldu? Böhran oldu. Diktator rejimləri artdı. Avtoritar rejimlərin sayı çoxaldı. Kim zəiflədi o zaman? Seçkili dövlətlərin nüfuzu aşağı düşdü. Bunu başa düşdük. İkinci bir problem. Bax, bu tarixi bir prosesdir. Deyir ki, Hitler təhlükə böyüyür. Hitler baş nazirə qarşı bir sui-qəsd təşkil edir. Amma bu sui-qəsddəki ikinci bir məqsəd nədir? Dövlət çevrilişi ilə öz adamını gətir, öz adamın Almaniyaya birləşmək istəsin. Bu baş tutmayınca bu ilk addım baş tutmadı. Mussolini Avstriyanın sərhədinə qoşun qoydu ki, bir də hücum eləsən, mən də hücum edəcəyəm. İlk başda Mussolini Almaniyaya qarşıdır. Aha, deyir ki, burada bir dənə müqavilə imzalanacaq. Demək ki, deyir ki, 1935-də bunu danışacağıq, Streza'ya danışacağıq. Amma 1935-ə gəlmişik. Burada Versal müqaviləsinin şərtini pozdu, hərbiləşdirdi. Dedi ki, hərbi mükəlləfiyyət. Çünki bir yerə əraziyə girmək istəyirsənsə, ordunu nə etməlisən? Toparlamalısan. Aydındır? Hərbi mükəlləfiyyət bərpa edildi. Ondan sonra isə nə etdi? Demək ki, bu hərbi mükəlləfiyyəti bərpa elədiyi üçün İtaliya dedi ki, hadi yığışın, nə edirik? Bir konferans keçiririk. Deyə bilər ki, bu konferansın keçirilməsinin məqsədi nədir? Avstriyanın ərazi bütövlüyünü nə demək uşaqlar? Təminat altına götürmək. Çünki Avstriya Almaniyaya nə etmə ehtimalı var idi? Birləşdirilmə ehtimalı var idi. Bunu necə yadda sal. Ondan sonra bu girdi 36-da Reyn bölgəsinə. Bunlar da şifahi şeylərdilər. Bu da dinc dayanmır. Bu da daha da cəsarətlənir. Daha sonra İtaliya necə küsmüşdü uşaqlar? İtaliya Efiopiyanı işğal eləmək istəyir. Efiopiyanı işğal eləməsi də İngiltərə ilə Fransanı narahat edir. İngiltərə ilə Fransa narahat olunca Mussolini də küstüm deyir. WhatsApp-ı sildi, bunlar blok atdı və kimlə yaxınlaşdı? Hitlerlə yaxınlaşdı. İndi gələk bura. Deyir ki, Almaniya ilə İtaliya arasında ittifaq bağlanır 30-cu illərin ikinci arasında. Demin toplusuna var. Demək ki, bir müqavilə var mı? Var. Bunun səbəbi nə imiş? İtaliyanın kimdən uzaqlaşmasıdır?
İngiltərə və Fransadan uzaqlaşması. Bunu qoyduq cibimizə. İndi gələk ikinci. Bəs necə oldu ki, Yaponiyada gəldi Almaniya ilə müqavilə imzaladı? Yəni bayaqki ayını qırırıq da, ayini qırırıq, ayı. Görək necə oldu? Demək ki, Almaniya ilə İtaliya necə yaxınlaşdığını gördük. Almaniya ilə Yaponiya necə yaxınlaşdığını görürük ki, deməli, uzaq şərqdə SSR ilə Yaponiya arasında bir gərginlik var. Xüsusən Xalxin Qol əvvəl keçirdik bu döyüş. Orada Yaponiya məğlub edilmişdi SSR tərəfindən və Yaponlar Almanlarla nəmişdilər, yaxınlaşmışdılar. Bir bu. Bir də bu nəyin yayılmasından qorxdular? Çünki bilirik ki, Yaponlar 1889 konstitusiyasından sonra millətçi kapitalist bir ölkə idi. Olan şirkətlər var. Neydi? Mitsui, o birisi neydi? Məşhur kondisioner fondu. Mitsubishi. Mitsubishi. Tamam, bunu eşitdik. Bunları da bildik. Buranı başa düşdük. Daha sonra başqa ölkələrdə bu eləcəklər qoşulacaq. Kominterin, demək ki, Kominterin kommunizmi yaymaqda internasional, yəni beynəlxalq eləməkdir kommunizmi. Bunun qarşısını almaq üçün olansa nə olur? Anti Komintern, okey? Bunu başa düşdük. Bu da belə. Deyə bilər ki, nə üçün Avstriyanın ərazi bütövlüyünü təminat altına istəyir? Çünki Almaniya genişlədikcə İtaliya ilk başda özünü onu nə kimi görürdü? Təhlükə kimi görürdü. Aydındır? Bu şəkildə. Daha sonra vətəndaş müharibəsi var İspaniyada. Ümumiyyətlə vətəndaş müharibəsi olan ölkələrdirsə, ən qədim dövrdə Romanı seçə bilərikmi? Roma Bəli. Respublikasını. Başqa hansı dövlət seçə bilərsiniz? Afinadakı Sparta Afinanı götürmək olar Yunanistan. Mən Sonra Mesopotamiyada kitabını Şumerləri götürürlər. götürə bilərik. Nəyi götürə bilərsiniz? Sumerləri Rusiyatakı Mesopotamiyada. vətəndaş müharibəsini götürməliyik. O vətəndaş müharibəsi yetmir. O şəhər dövlətlər Mənim arası Abş götürə bilərik. Bəs Əla, əsas tiranlığın abşir gözlüdür devrilməsi. bayaqdan. Sonra nə götürürsünüz? Yunanistanda tiranı devirirlər falan. Yox, O da vətəndaş müharibəsi deyil, qiyamdır. Qiyam. Müəllim Çində Çində də var olar. idi da. Çində. Çin önəmli, Çin önəmli, əla. Rusiyadakini götürməliyik. Nə götürürsünüz bir də? Rusiyada. Bəli, Sovet Rusiyasında var idimi Rusiyada? Azərbaycana təsirdə hərbi kommunizm. Dünən danışdım. Bax, bu yaxında danışdıq bir sözləri. Tanış gəlir, qulağıma tanış gəlir. Dünən danışmışam. Dejavu oluram elə bir ki. Nə vaxt danışdıq? Dünən günorta. Dünən təxmini bu saatlar, biraz sonra. Demək ki, burada nə oldu? Frankonun başçılığı ilə faşist-pərəst hərbi qüvvələr qiyam qaldırırlar. Demək ki, respublikaçılar var, faşistlər var. Müharibənin sonunda kim qalib gəldi uşaqlar? Demək ki, faşistlər qalib gəldi. Franko qalib gəldi. 30-cu illərdə bunu da elədik, gördük. Bizdəki snayperçi qadın kim idi? Züleyxa Seyid Məmməd. Züleyxa Seyid Məmmədov, eləmi? Bunu yadda saxladıq. Bəs təyyarəçi kim idi onda? Səhv dedin. Demək ki, Ziba Züleyxa. Qəniyeva neçə idi? Ziba Qəniyeva deyirik ki, snayperçidir. Züleyxa Seyid Məmmədov uçuyor. Neçə idi uşaqlar? Təyyarəsi. Təyyarəçi. Aydındır? Ziba nə oldu? Ziba. Bunu yadda saxladıq. Bu Ziba getdi. Deməli, faşizm və demokratiyası arasında deyir ki, bu İtaliyadakı faşist diktatorun yaradılması nəyi göstərir? Artıq bir tərəf faşizm, bir tərəf demokratiyası arasında olacaq bir müharibə yaxınlaşır. Getdik bura. Bu uşaqlar nəyi izləyirlər sizcə? Təyyarələr, insanlar bəzi şeylər biraz sonra alışırlar. Yəni hər şeyə. Buraları dinlədik, öyrəndik. Bir nə var burada maraqlı bir? Demək ki, sakitləşdirmə siyasəti. Kimi sakitləşdirmək istəyirlər? Almaniyanı. Demək ki, Versal müqaviləsi qadağan edilməsinə baxmayaraq Almaniya haranı birləşdirdi? Avstriyanı. Qrupda sual soruşmuşdu. Nə vaxt birləşdirildi? 1938. Daha sonra bir ərazini daha istədi. Dedi ki, burada kimlər yaşayır? Dedi ki, etnik cəhətdən Avropa milli dövlətləri olmur, dedi Hitler. Dedi ki, olub. O zaman dedi ki, orada kimlər var? Almanlar. Mən oranı istəyirəm. Aydındır? İndi söhbətin bu hissəsini yazmırlar siz testdə tapa bilməyəsiniz deyə. Aydındır? Niyə bu Alman yaşayan bölgəni istəyir? Almanları nə sayırdı bu Hitler? Əlaqə qurun, yadda qalacaq. Almanları ali nə sayırdı uşaqlar? Ali irq. Ali irq olmaq üçün bunların sayı çox olmalıydı mı? O zaman haranı istəyir? Harada Alman yaşayırsa oranı istəyir. Aydın olur mu nə demək istədiyim? Salamatçılıq mı orada? Nə edirik? Uşaqlar? Bəli, mən Yaxşısınız. Davam edirik. 38-ci ildə bir Münhen konfransı keçirilir. Demək ki, niyə belə bir şey? Münhen konfransı keçirilir. Münhen konfransında Fransa, İngiltərə burada başa düşürdülər ki, öncədən biz nəyə hazır deyilik? Müharibəyə hazır deyilik. Ona görə Münhendə dedilər ki, Sudetin verilməsinə biz qarşı çıxmırıq. Hadi, al, sakit dur bircə. Amma yadda saxlayın bu cümləni. Düşmənin və həddini bilməyən insanın
qarşısında sən durmazsan, o heç vaxt sərhəd tanımaz. Peçat sözlərindən davam edirik və o da nədir? Yəni belə bir sözdür ki, sərhəd qoruduğun yerdir, yəni durduğun qarşısında durduğun yerdir. Yoxsa özü gəlib dayanar belə bir şey yoxdur. Və İngiltərə ilə Fransa nə vaxt nüfuzdan düşür? Çexoslovakiyanı nə etmədikləri üçün, müdafiə etmədikləri üçün. Və Çexoslovakiya nə vaxt ilhaq edildi, yəni birləşdirildi 1939. O zaman necə əlaqə saxlayacağıq quracağıq? Demək, Avstriya ilhaq edildi 38-də, sonra Sudet, sonra üstünə gəldik Çexoslovakiya. Aydındır? Bu da demək ki, uğursuzluğu başa nədir? Çatdı. Burada nüfuzdan düşdü. Burada isə uğursuzluq söhbəti bitdi. Aydındır? Müdafiə etmədiyi üçün. Çexoslovakiyada Almanlar yaşamırdı da. Ya, amma yox, bir dənə Sudetdə yaşayırlar. Burada deyir ki, ilk dəfə idi ki, Almanlar yaşamayan ərazinin özünə nə etmiş oldu Hitler? Birləşdirmiş oldu. Aydın? Niyə müqavimət göstərmədi? Çünki əhali arasında sorğu aparmışdılar. İnsanlar nə etmək istəmirdilər yenidən? Döyüşmək istəmirdilər. Bu isə aydınmı? Aydındır. İngiltərə, Fransa demək ki, İtaliya işğalçılıq siyasətində İngiltərə ilə Fransanın bir addım atmamaları İtaliya deyir, bəlkə mən də bir şeylər edeyim deyə getdi kimin yanına? Uşaqlar daha güclü olan, daha nüfuzlu, karizmatik bir adam o dövr üçün pisliyi də təmsil edəsə Almaniya ilə İtaliya Polad paktını imzaladı. O şərti nədir? Bir-birinə yardım et. Bir-birinə yardım etməyi biz Kadeşdə eşitmişdikmi? Bəli. Belə bir şey eşitmişdik, yəni bir-birinə yardım etmək. Belə bir şey burada da var, bir-birinə yardım Bir etmək də nədir? 1950-ci ildə SSRİ-nin Çin Xalq Respublikası sazişi imzalanmışdı. Hə, bir-birinə yardım Mən bir də etmək var. Attilanın AXC ilə müqaviləsində Osmanlı var da idi. deyə bilərik də. Atilla nə edirdi? Həm Attilada da var idi də o Roma ilə bir-birinə hərbi cəhətdən yardım etməli idi də. Mən elə şey eşitməmişəm. Baxarıq yenə kitabı, mən elə şey görməmişəm. Mən bir də AXC ilə Osmanlını da götürə bilərik də. Axırıncı birinə yardım etmək lazım. Sonra dünən şey keçdik. O ikinci gün Şuşa bəyannaməsi var idi, əməkdaşlıq. Belə. Amma sırf bir-birinə yardım etmək məsələsi buradadır. Müəllim, AXC ilə Gürcüstan deninkini qarşı bir-birinə yardım etməyi elə götürə bilərik. Bir-birinə hər bir yardım etmək. Kitabda o cümlə bilmirəm, baxmaq lazım, varmı yoxmu deyə. Tamam, bu dəqiqə yanımızda kitab yoxdur, baxarıq. Sən qeyd elə özün baxma atarsan. Gəldik bura. Demək ki, 1939-cu ildə Almaniya Polşaya qarşı ərazi iddiası qaldı. Almaniya. Və bununla da demək ki, deməli, İngiltərə, Fransa da getdi kimlə danışıqlara başladı. İngiltərə, Fransa da istəyirdilər ki, sən də orada neyinə imkan vermə, narazı ol. Amma gizlindən Almaniya gəlib kimlə müqavilə bağlamışdı? SSR ilə. Və bu müqavilə Avropa ölkələrini çaşdırdı. Nə üçün? Çünki sosialist bir insanla nasist. Çünki sosializmdə millətçiliyi inkar etmək var idi. Yazı gəlir, məsəl üçün, oxumatar səni kimin sən istəmir proletar. Eşitdin belə bir şey? Yəni sosializm millətçiliyə qarşı olmuşdurmu? Məsəl üçün bizim İmam Mustafayevi millətçilik deyə uzaqlaşdırmışdılar mı? Xatırlısın belə bir şey? Eşitmişdikmi? Eşitməmişdik. O zaman eşitdik. Yəni, məsəl üçün sual vardı. Demək ki, İmam Mustafayevdə da, Vəlaxundovda da, Heydər Əliyevdə nə var idi? Milli duyğu düşüncənin inkişafı, belə bir şeylər. Amma sosializm buna qarşıdır. İki züdd dövlət yaxınlaşdı falan və bunlar nə edilər? Almaniyanı, Polşanı böldülər. Bu bizim bir mövzumuz. 20-30-cu illərlə yanaşı, demək ki, bizim bir dənə nəyimiz qalıb burada. İkinci Dünya müharibəsində artıq bunları necəyik? Artıq situasiya ilə bir yerdə bunlara baxmağa başlıyor. Çünki artıq bizim situasiya mövzularımız yekunlaşmış olmalıdır, siyahımız. Kimin varsa əlavəsi əlavə eləyək. Gəldik digər bir başlığa. Demək ki, ölkələrimizdən birisi hansıdır? Bizans. Bizansı deyirik ki, yazıq 395 1453. 395 1453-cü il. Demək ki, bir dəqiqə mənə icazə verin, davam edirik. Bir dəqiqə. Davam edək. Demək ki, 395-1453 bu dövlətin, nə bilim, Şərqi Roma imperiyası adlanması, Qızıl Körpü, Justinian nə sayırıq biz bunu? Ən güclü hökmdar neçənci əsr? 6-cı əsr, eləmi? Biraz böyüdüm, gözüm görmür. Demək ki, bu imperiyanın parçalanması nəticəsində nəticə sözləri önəmli idi. Xalqların böyük köçü nəticəsində ikinci nəticə nə oldu uşaqlar? Ərazisi kiçikləndi. Oldu mu? Və demək ki, niyə Yunan dili əsas dedi? Çünki əhalinin çoxusu Yunan idi. Məntiqlə bunları saxlamaq olur. Yəni əhali Yunandır, ona görə Yunan dilidir. Necə yarandı? Niyə demək ki, zəifləmişdi, ərazisini itirmişdi. Qızıl Körpü ticarət yollarının üzərində yerləşdiyi üçün belə adlandırıldı. Demək ki, şərqdən qərbə, Avropadan Afrikaya gedən yollar buradan keçirdi.
Ümumiyyətlə Bizans pulu bir çox yerdə istifadə olundu. Nə üçün? Çünki ticarət buradan keçdiyi üçün bu pulu tanıyırdılar. İndiki dollar kimi. Bunu da yenə də yadda saxladıq. Gəldik, keçdik, görək burada nə var. Deməli, erkən orta əsrlərdə bura nə bilir ki, daha çox ticarət məhsullarına, nə bilim, şeylər, ipək, şüşə belə şeylər gətirilirdi, satılırdı falan filan. Bizə nə düşə bilər? Mindən çox şəhəri var idi. Ona görə nə adlanırdı? Şəhərlər ölkəsi. Konstantinopola nə deyirdilər? Qızıl körpü. Bunu nə yadda saxladıq. Ən zəngin əyalətlər isə şərq əyalətləri idi. 7-ci əsrdə kim alacaq şərq əyalətlərin bunun əlindən? Misir, Suriya, Fələstin ərazilərini. Rəşidi xəlifə. Xəlifələr. Ölkənin başında imperatordur, bir çox hüququ var. Demək ki, yeganə qanun hökmdar hesab olunur, qeyri-məhduddur və orduya da rəhbərlik, hər şey bunun əlindədir. Bunu qoyduq cibimizə. Daha sonra bir pis hadisə olur. Ümumiyyətlə qərb ölkələri üçün. Nədir bu hadisə? Xalqların böyük köçü. Xalqların böyük köçü nəticəsində bunun ərazisində çoxlu tayfalar yerləşir. Xüsusən Slavyanların yerləşməsi hansı quruluşa keçməyə sürətləndirdi burada? Feodal münasibətlərinin səbəb Feodalizm. nəticə sualdır. Bunu yadda saxlayaq. Bizansın fərqli bir cəhəti oldu ki, bunlar bacarıqlı diplomat elədilər və barbar tayfaları nə elədilər? Özlərindən də o tərəfə yönləndirdilər. Aydındır? Ona görə də bunlar süqut etmədilər. Uzun müddət qaldılar. Daha sonra Sasanilərlə Bizans arasında hansı sülh imzalandı? 532-də bu sülh imzalandı və müqaviləsi. Biz Sasani Bizans eşitmişik 520, 591, 629 eşitmiş belə bir şeylər müqavilələr. Bəli. İngiltərədə imperator var idi. Xeyr. Diktator var idi. Gəldik bura. Bir də krallar var. Demək ki, İngiltərədə demək ki, birinci Wilhelm öz dövrəndə nə eləmişdi? Kral eləmişdi, elə deyilmi? Gəl. Mənim Yüz- sual var idi ki, 1689-cu ildə İngiltərədə hüquqlar haqqında bir də 1947-ci ildə Yaponiyada konstitusiya. Cavab kralla imperator çıxmışdı ona görə. Baxın, kral və imperator hökumətindən hakimiyyəti bölündü. Bu da kral, bu da imperator nə oldu? Parlament oldu. Parlamentdə hökumətin suala baxar, atarsan baxıram. Davam edirik. Demək ki, müqəddəs Sofiya məbədindən danışırıq. Bu nə hesabı? Qızıl əsrin rəmzidir. Bunu qoyduq cibimizə. İkincisi, Justinian məcəlləsi. Bu ilə bağlı belə bir sual düşmüşdü. Bu nə hesab olunurdu? Roma hüququnun demək ki, mənbəyi kimi. Avropada Roma hüququ əsas hesab olunurdu. Bu isə biraz bəzi dəyişikliklər elədi. Xüsusən nə ilə bağlı məsələlər əlavə edildi orada? Xristian təbələrinə nə hüquq verildi? Bərabər hüquqlar. Bunu necə yadda saxlayaq. Və nə bilim, bu müəllimənin işə qəbuluna düşmüşdü. Ali məhkəmə hüquqları var idi, xüsusi mülkiyyət hüququ var idi falan filan. Bu nədir? Keçdik, getdi. Gəldik bura. Justinian əsas məqsədi Roma imperiyasını bərpa eləməkdir. İlk başlayanda vandallarla başlayıb. Bu zaten buna uyğun sual düşmüşdü. Xəritə sual vermişdi bu il. Vandalları falan baxın bu sual idi. Demək ki, Ostgot krallığı demək ki, İtaliyada yerləşir Ostgot. İspaniyada isə demək ki, necə? Demək ki, Vestgotlar. İtaliyada Ostgot, İspaniyada Vestgot, Şimali Afrikada isə nədir? Vandal krallığı. Deyirik ki, ərazisi 2x böyüdü, 2 dəfə böyüdü. Amma iki məsələ onlara qarşı narazılıqlara səbəb oldu. Bir, qədim Roma vergi sistemi, iki, quldarlığı tətbiq etmək istəməsi, Slavyan və Türk bunların yürüyüşü bəzi ərazilərə yerləşməyə icazə verdi və 6-cı əsr etibarından bunun ərazisində məhsunlaşmaq, quldarlıqdan nəyə keçirdi dedik uşaqlar bayaq? Feodalizmə keçirdi. Məncə burada elə bir şey yoxdur. Peçeneglər sözünü yadda saxlayın. 1091-də hara hücum eləmişdilər? Bizansa hücum eləmişdilər. Bu da kimdən kömək istəmişdi? Roma papasından kömək istəmişdi. Daha sonra Konstantinlər Xəzərlərə də bir şey. Peçeneglər Xəzərlərdə hücum eləmişdilər. Nə eləmişdilər? Xəzərləri də burada məğlub eləmişdilər. Tamam. Xəzərləri demək ki, zəiflətmişdilər. Amma Xəzərlərə son qoyan kim olmuşdu? Kiyev Rus dövləti 965-ci ildə. Zəifləmə səbəbi. İmperiyanın tənəzzülü. Justinian öldü, varislər xəzinəni böldülər. Da xəzinə boşaldı, axına çıxdılar. Və nə baş verdi? Gəlib deyir ki, 7-ci əsrdə ərəblər hücum elədi, ən varlı əyalətlər yağlar getdi. Sonra kiçik bir ərazi qaldı. Kiçik Asiya və Balkan yarımadasının cənubu. Baxın, əlində balaca ərazilər qaldı. 10-cu əsrdə isə Abbasilər və Bulqar dövləti. Bulqar sözü yoxdur. Müəllim, niyə Bulqar? Bulqar mövzusu Bizans mövzusunun içində var. Ondan düşə bilər. Bulqar dövləti, iki dövlət zəiflədi. Bu dağıldı, bu zəiflədi. Bu əraziləri nisbətən geri aldı. Məsələn, Kipri, Kriti yenə də imperiyaya qatdı.
Bu əraziləri bildik. Daha sonra Kipr ilə Kriti kimi qatacaq, özünə tutacaq. Osmanlı necək? Ələ alacaq. 11-ci əsr ortalarında feodal ara müharibələr bölündü. 11-ci əsr ortaları Bizansa aid başqa bir hadisə nə deyə bilərik? 1054-dən hansı kilsə burada rəsmiləşəcək? Katolik kilsəsi. Provaslav, Provaslav. Katolik Romadadır. Provaslav, Slav. Bu söz yadda saxlayaq. Ən önəmli döyüş 1071 türklərin tarixində dönüş nöqtəsidir. Kiçik Asiyadakı mülklər ələ keçirildi. Bunu neylədik? Öyrəndik. Bizim bir mövzumuzda hansı var? Demək ki, burada Frank dövlətimiz olmalıdır. Bir balaca bir mövzudur. Frankı tapaq. Frank dövlətinin yaranmasını kimlərdən götürürdük uşaqlar? Kim Ludwig. Daha son döyüşündən sonra. Ludwig demişdik ki, yaratmışdı. Ludwig yaradacaq və bu dövlət nə vaxt parçalanacaqdır demişdik. 843. 843-də parçalanacaq. Nə vaxt imperiyaya çevriləcəkdir? 800. 800-də. 800-cü ildə demişdik ki, hansı hadisədən sonra demişdik ki, 800-cü ildə Böyük Karlın imperator olması. bəli, demişdik Roma papasının köməyi ilə Dudona elədi, imzaladı da, kilsənin başına tac qoydu. Ya Allah, gedirik bura. Ludwig, Frank krallığı, Karl Martel 732 ağlımıza gəlir. Böyük Karl 800 ağlımıza gəlir həmən. Yadda saxlayın, Böyük Karl 768 həm 8-ci əsrdə hakimiyyətdə olub. Demək ki, neçə? 800 neçədir uşaqlar? 14. Neçənci ildə olub? 9-cu əsrdə hakimiyyətdə olub. Okay? Bunu dedik, yadda saxlayın. Babəklə eyni əsrdə hakimiyyətdə olub. Sonra Verden müqaviləsi 843. Vikinglər hara getmişlər 1000-ci ildə? Şimal Afrika. Deyirik Şimali ki, Amerika. Şimali Amerika idi məsələn yəqin ki. Demək ki, bir süqut oldu. Orta əsrlər dövrünün başlanğıcı. Roma imperiyası yazılır ki, 476 hansı dövlətə son qoyduq? Romaya son qoyduq, qərbi və qədim dövr başa çatdı. Ondan sonra burada artıq Xristian kilsəsinin inanclarına və Almanların adətlərinə də qarışıq yeni bir xalq formalaşır. Bunların gəlməsi də Germanların hara girməsinə səbəb oldu demişdik. Demək ki, Roma ərazisində xalqların böyük köçü Romanın sürətini, Roma imperiyasını sürətləndirdi. Nəyini? Süqutunu. Deyir ki, Oskotlar İtaliyada, Veskotlar İspaniyada neynirlər? Demək ki, yerləşirlər. Aydındır, yerləşdirilər. Daha sonra burada qeyri-adi bir məncə çətin bir şey yoxdur. Ölkənin iqtisadiyyatına, idarə etməsində dəyişikliklərə səbəb oldu. Ora-bura. Deyir ki, Alman dilli xalqlarda daha çox bunlar Latın dili istifadə edir. Yavaş-yavaş amma nə edəcəklər? Müxtəlif dialektlər, German dili falan formalaşacaq. Deyir ki, Latın dili əsasında hansı dillər? Fransız falan dillər formalaşacaq. Gələk baxaq bura. Bizə lazımdır Westgot. Xəritədə düşsə səhv eləməyin. Ostgot. Aydındır? Vandal krallığı. Bu Konstantinopol. Bu da nədir uşaqlar? Bizans. Demişdik, qadın çəkməsinə görə belə bir şey tapırıq. Bu çox adadan ibarət olan yerləri nə bir adlandırırıq uşaqlar? Yunanistan adlandırırıq. Bu hansı boğazdan kimlər keçib gəlmişdilər? Ərəblər. Ərəblər 711-də gəlmişlər. 732-də ərəblərin qarşısına inəmişlər uşaqlar. Burada almışdılar. Bunu Fatih etdik, yadda saxladıq. Frank krallığında nə edəcək? İndi gedək baxaq. Deyirik ki, Alman cəmiyyəti, nə bilim, dövlətlər etməsi yazılı qanunları demək ki, qanunlar Bizansda var, eləmi? Bizansdakı oldu kimin qanunu? Justinian. Burada qanunlar, Franklarda kim qanunu var? Ludwigin nə var? Ludwigin qanunları var, okey? Bunlar əvvəldən də bəzi qanunlar var, adət-ənənələr falan filan. Və German tayfaları deyir ki, idarə etməsində adam öldürmək ən böyük cinayət hesab oldu. Adam öldürmək olmaz. Gəldik bura. Nə bilim, buna hətta dünən sertifikasiya sual düşmüşdü. Müəllimə narazılıq edək, bir gec sual niyə salırsınız deyə. Demək ki, dəlillər əsasına aparılmalıydı falan filan. Yəni yaxşı şeylər seçirik, yaxşı şeylər. Deyir ki, cinayəti sərt cəzalandırıblar. Bizim Ludwigimiz nə elədi? Birinci 400, neçə yazırıq bu uşaqlar? 486. 486 bu dövlət varmı? Xeyr, belə bir dövlət yoxdur. 486-da nə hadisəsi var? Döyüşün adı nədir? Soissons döyüşü oldu. Soissons döyüşündə kimi söylədilər bunlar? Nədir onun adı? Roma imperiyasının buradakı köhnə kimliyini, demək ki, buradakı canişinini nədilər? Məğlub etdilər. Eşitmiş belə bir şey? Eşitmişik. Daha sonra 5-ci yüzilin sonunda, 5-ci yüzilin sonu 500-dür də, elədir mi? 500. Bu nə nədir? Ludwig burada dövləti yaratdı. Məqsədi ilə sözü xristianlığı qəbul edir, din islahatı, 2 inzibati islahat keçirdi. Demək ki, qraflar təyin elədi. Daha sonra bu görək nə iş görür? Bu, demək ki,
Xlodvikin dövründə nə qəbul edilib bir də demişlər, qanunlar, o birisi kitabdadır, qanunlar qəbul edilib. Xlodvikdən sonra hakimiyyət zəiflədi. Karl Martel baş məmuru idi. Bu hərbi islahatı kimdən görüb eləmişdi? Ərəblərdən nə etmişdi? Onların döyüşlərin üsulunu öyrənmişdi və zirehli, atlı cəngavərlərdən ibarət Frank qoşunu şeylər yaratdı və bunlar daha sürətli idilər, daha dözümlü idilər, daha yaxşı döyüşürdülər və ərəblərin hər hücumunun qarşısını aldılar. Avropanın qərbinə hücumunun qarşısını aldılar. Bu da belə getdi. Bu da kim başına daş salırıq? Yox, tac qoyuruq. Demək ki, böyük Karl, bu çox soyuqdur. Bir dəqiqə mən buranın kondisionerini biraz zəiflədim. Aha. Nə demək istəyirdik? Ən son kimin başına daş salırdıq? Böyük Karlı nə dedik? İmperator elan eləyirik. Demək ki, bizə nə sual düşə bilər? Böyük Karlı iki yerə bölməmiz lazımdır. Daxili siyasət, xarici siyasət. Lütfən bunu qeyd edeyim öz dərslərinizə. Demək ki, Karl Martel zaten nə deyildi? Hökmdar deyil. Amma daxili siyasət hərbi islahat keçirdi, ordunu yenilədi. Xarici siyasət nə deyə bilərik? Kimi məğlub elədi, hücumların qarşısını aldı? Ərəblər. Ərəblərin. Xlodvikdə heç bir xarici siyasət danışmırıq. Ancaq 3 dənə daxili siyasət danışırıq. Qanun qəbul elədi, din qəbul elədi, nəyə böldü bir də? Qrafları. Çünki 486-da bu döyüşəndə nə yox idi? Dövlət Yox idi. Bu qədər sadə bir şey. Gəldik yenə də artıq buna uyğun sözü tapmalısınız. Böyük Karla gəlirik. Demək ki, bu nədir? Ərazinin genişlədir. Tamam, əla, super, Justiniyana oxşuyur. Demək ki, bu nəyib? Ərəblərlə döyüşü fərqli gəlir. Çünki Justiniya, Müstin, ərəb falan görünür. Ərəblər olması üçün ən azı neçənci əsrdən sonra ərəblərlə danışırıq? 7-ci əsrdən sonra danışırıq. Demək, ərəblə döyüşməsi Böyük Karla kimin ortaq cəhədidir? Karl Martelin. Belə oxşatmaq lazımdır. Və deyir ki, Roma İmperiyasından sonra ilk dəfə Qərbi Avropanı yenidən nə edə bildi? Birləşdirə bildi. Roma papası tərəfindən imperator. Məsələn, biz kimdə görəcəyik? Birinci Otto'da da belə bir şey necəyik? Görəcəyik. Tac qoyma mərasiminin nəticəsi nə oldu? Demək ki, burada Roma, Xristian və Alman aləmi yox, birləşdilər. Belə bir şey oldu. Nə yarandı? Burada yeni bir sivilizasiya yarandı. Bu da belə getdi. Verdiyin müqaviləsi bu ilə əlaqəsi yoxdur. Bu başqa da işlər görüb. Deyirik ki, bu hərbi islahat keçirib, eləmi? Nə yaratmışdı? Kəndləri nə etmişdi demişdik? Kəndlini uzaqlaşdırdı. Eşitmiş belə bir şey? Eşitmişik. Daha Bəli. sonra deyirik ki, bunun dövründə daimi nələr verildi? Mülklər, domenlər verildi. Kimə? Buna çünki necə orada yaratmış uşaqlar? Muzlu ordular yaradıldı. Muzlu kəndləri qovdu, kəndlər yoxdur. Muzlu ordu var. O zaman o muzlu orduya nə verməkdir? O pul verməkdir. Onu idarə edən adamlara nə verirdi? Domenlərə güclənmişdi. O zaman güclənsin. Güclənəndən sonra meyəcək şey nə olması lazımdır? Hə, elmin inkişafına dəstək olub. Karolinko yanlışı. Güclənəndən sonra nə edəcək? Güclənəndən sonra elədiyi şey nə olacaq? Deyirik ki, Səsiniz getdi. zəng gəlir. Kimsə zəng gəlib özünü öldürür burada. Eşidirsindi. İndi Bilin, eşidirsiniz. müəllim, səsiniz qırıq-qırıq gəlir. Normaldır. Çünki mənə zəng eləyir Müəllim kimsə. səsiniz gedir. Başa düşürəm. Qırıq-qırıq. Aydındır. Çünki kimsə mənə zəng eləyir. Aydındır. Belə olanda olur. İndi gəlir səsim normal. Bəli. Əla. Bəli, müəllim indi Əla. Onlar mən hamısını kapatmaya çalışıyorum. Plus arada birisi mən fikir vermə daha çox zəng eləyir. Demək ki, belə-belə işlər. Demək ki, gəldi Karab. Böyük Karlın dövrü. Yəni 9-cu əsr Azərbaycanda vəziyyət necə? Azərbaycanda nə dövrüdür uşaqlar? Yenilik deməli. Deyə bilərik ki, məsəl üçün, nə üsyanı var idi eləkilik? Böyük Karlın dövründə bizdə elə ki, Xürrəm üsyanı deyir. Dövlət yaranıb 861 olubmu? xeyr. Olmayıb da 861 yarım çatmaz. Çünki bu 814-ə qədər olub. Oldu. Demək ki, Xürrəmi hərəkatı gedir. Tamamdır. Bunu da qoyduq cibimizə. Gəlib Çağrı Verdən müqaviləsi 843-cü ildə imzaladı. Bu böyük nəvələr arasında böldü. Yadda saxlayın, bölünmək bunun dövründə deyil. Bunun xarici siyasəti sakslarla döyüşüb, avarlarla döyüşüb oldu. Ərəblərlə, amma hansı ərəblərlə? Pireneydəki oldu. Amma Ərəb Pardon. xilafəti ilə dost olub. Bizansla dost olub, diplomatik əlaqələr qurub. Aydındır? Bunu da fərqləndirə bildiniz. Daha sonra mərkəzi hakimiyyət zəiflədi və nə oldu? Feodal dağınıqlığı yarandı. 9-cu əsrdə 9-cu əsrin birinci yarısında Avropada nə baş verdisə, necəsi feodal dağınıqlığı hansı ilə görə? 843-ə görə. Bunu da belə qoyduq. Gələk baxaq nə yaranır? Frank dövləti. Burada elə nələr var? Kordova var. Kordova neçənci ildə yaranmış demişdik? Təxmini 756 götürürük. Bunlar kimlə əlaqəni kəsmişdilər uşaqlar? Abbasi
Nəyi ilə uşaqlar? Xilafəti ilə. Eşitmişmi belə bir şeylər? Eşitmişik. Zorla boynunuza qoyuram çünki eşitmiş olmalıydınız. Viking yürüşləri 9-11-ci əsrdən var idi. Viking yürüşləri. Vikinglər gəmilərlə gedirdilər, qənimət ələ keçirməyə çalışırdılar. Qənimət üçün bizə kimlər ki, alanlar gəlmişdimi? Slavyanlar gəlmişdimi? Bunlar da gedirdilər hep müxtəlif yerlərə. Niyə? Demək ki, bunlara qarşı mübarizə apara bilmirdilər. Çünki vahid dövlət getdikləri yerdə yox idi. Bunlar demək ki, tutduqları yeri dağıdırdılar, tökürdülər. 1000-ci ildə harada gəlib çıxıblar? Şimali Amerikaya falan filan. Sonra isə istiləşmə oldu. Bunlar əkinçilik daha başqa yerə getmədilər. Bu da belə getdi. Gələk baxaq sonra nə var burada başqa? Demək ki, feodalizm sözünü başa düşmək. Feod, pay torpaqdır, feodal isə pay torpağı olan adamdır. Azərbaycanda təhkimli kəndi qısa bir müddət olmuşdu. 1300 neçədə? 1303-də. Eşitmiş belə bir şey. Demək ki, bunlar qul deyildilər. Sadəcə olaraq torpağa bağlı idilər. Aydındır? Bu nəyək? Yadda saxlayaq. Demək ki, şərqdə daha çox dövlət feodalizmidir, qərbdə isə ayrı-ayrı şəxslərin malikanə, mülk, feodalların feodalizmi idi. Bu da belə getdi. Qadınlar kişilərə görə işləyirlər, ora, bura falan filan. Dəmir, duz önəmli idi. Bu da qeyri-adi bir şey yoxdur. Bunlar üzərində az neçə il yaşayırlar? 35 il yaşayırlar. Çünki xəstəliklər çox yayılıb. Xristianlıq daha güclüdür burada və insanlara inanırlar ki, hakimiyyət Tanrı tərəfindən verilir. Bu da bir mövzumuz. İndi keçirik digər bir mövzumuza. Hansı mövzudur? İngiltərə ilə Fransanla danışırıq, harasa bir 15 dəqiqə kimi. Bizim buradan qalan nəsə bir şeyimiz olsa, onu da bazar günü eləyəcəyik, danışacağıq. Çünki istəyirik ki, eləyək, bütün bu şeylərin üzərindən ötüb keçməyək. Kimsə bir nəfər qeyd eləsin, nəsə qalsa ki, onu eləyərik, əvəz eləyərik. Gəldik bura. Hara? Demək ki, Qərbi Avropaya. Demək ki, biz bir şey anlamalıyıq. Başa düşməliyik ki, 5-11 erkən feodalizmdir. Burada elə ki, deyik, feodallar daha güclüdürlər çox vaxt, hökmdar güclü olmadığı vaxtda. Və sistem necə gedir? Feodal, hökmdar güclü olsa ona gəlib adam yerinə sayır. 11-15 deyəndə isə başa düşürük. Daha çox mərkəzləşmiş dövlət var və feodallar kimə tabedirlər uşaqlar? Mərkəzi hakimiyyətə tabedirlər. Amma mərkəzləşmiş dövlət yaratmaq üçün də çox güclü bir adam ortaya çıxması lazımdır. İngiltərədə bu adam kim olacaq demişdik? Birinci Wilhelm. Hansı hadisə ilə? Norman işğalı ilə. Amma məsəl üçün Fransada bu hadisə olacaq, bu adam olacaq kim? Ludovik 11-ci idi səhv 11-ci eləmirəmsə. Ludovik. Eşitmiş kimi səhv eləmə, aylasan. Deyir ki, Böyük Azadlıqlar Xəritəsi 1215, Parlament 1265, 4-cü Gözəl Filip nəyə çağırmışdı daxildə? Daxildə nəyə çağırmışdı? Baş ştatlar. Sağlısınız. Yox, səsim özümə gəldi, əla. Daha sonra deyir ki, xaricdən də kimdən mübarizə aparıb kimi məğlub eləmişdi? Kim məğlub? İngiltərənin 100 illik müharibə. Başımıza daş düşəcək. İngiltərədə bu yox idi. Yüzlük Aha. müharibə. Demək ki, yüzlük müharibədən öncə İngiltərə məğlub edib. Flandrda döyüşüb daha doğrusu. Yazısı Papanı asıla salıb. Papanı asıla salıb. Tamam. Bir dəqiqə gözləyin. Bu anı ölümsüzləşdirmək istəyirəm. Bir dəqiqə sizi çəkim görüm kimlər var. Bu Qarabağ Universitetində dərs keçirik yazaq. Bir dəqiqə. Davam edirik. Bir dəqiqə gözləyin. Allah. Həm də buranın kondisionerini bir dənə həll edib ölürəm soyuqdan. Ya Allah. Hə, belə-belə işlər. Harada qalmışdıq uşaqlar? Buranı ölümsüzləşdirdik. Soyuqdan da qurtulmuş olduq. Canımız, az qala özümüz ölürdük. Norseman, eləmi? Şimal adamı soyuq dedik. Soyuq ağlımıza gəldi ki, soyuq olur biz həqiqətən ölürük. Vikinglər demişdik ki, bir hissəsini adlandırmış. Bunlar Normanlar. Harada gəlib birləşirlər? Demək ki, Vikinglər Fransa ərazisinə gəliblər. Bir də bayaq hara getmişdilər uşaqlar? Şimali Amerika. Əsas yaşadıkları yer haraydı? Əsas Skandinaviya adasıdır. Bunu da bildik. Bunu qoyduq cibimizə. Başqa cümlə qalmadı. Bunlar Fransanı tutandan sonra buralara bir mülk verildi və bura nə adlandı? Normandiya, yəni Normand hersoqluğu. Biz misal üçün ikinci cəbhə haradan açılmış demişdik? İkinci. Gədə. Harada açılmışdı? Fransa, Fransanın arasında, Fransanın şimalında eşitmişik belə bir şey.
Araşdırarsın, sonra gəlin soruşacağım sizdən. İkinci müharibəsi gəlir gələndə. Bir dəfə bəlkə mən sizdən soruşum, daha maraqlı olsun. 1066-cı ildə Wilhelm bura gəldi, Hastings döyüşünə qalib gəldi və bu gələndən sonra özünü elan etdi, kral elan etdi, kral oldu. Və bu öz adamlarına torpaq payladı. Torpaq payladısa, torpaq payladığı adamlar nəyə döndü uşaqlar? Pay torpaq olan, yəni feodal olan adamlara nə dedik biz? Çətin suallar soruşuram deyirsən. Feodal deyirdik, eləmi? Və hamı gəldi buna nə andı içdi? Sadiqlik andı içdi. Və deyir ki, bu hamını nə etmiş uşaqlar? Əhalini siyahıya, nə elədi? Əhali və əmlakı siyahıya aldı. Əvvəlki kitablarda verilirdi bu. 1086 qiyamət kitabı deyirdik. Sanki qiyamətin hər şeyi nə edilər? Kitabı alıblar. Sonra belə bir şey var. Ümumiyyətlə bundan öncə. Burada Alman Anglo-Sakslar buranı gəlib tutublar. Bunların əvvəl 7 krallığı olub. Daha sonra 9-cu əsrdə isə bunlar nə olubdu? Vahid krallıqda birləşiblər və bu vahid krallıq Anqlıların adından England, İngiltərə adlanır. Demək ki, indi bura niyə biz bunu bəs 1066-nı mərkəzləşmə kimi götürürük? Çünki bu krallıqlar birləşsələr də bir ad altında, aydındır, krallıqlar, vahid krallıqda. Amma deyirik ki, belə tam da mərkəzləşmiş formada deyil idilər. Ona görə belə götürürük. Demək ki, bunlar yeni ingilis mədəniyyəti formalaşmağa başladı, ora bura. Deyirik bizim üçün ilk siyahı alma Roma dövründən sonra siyahı alma oldu. Bunlar nə ediblər? Anglo-Saks tətbiq etdiyi vergi sistemi ilə bağlı bir addım atıb və kral məhkəməsini təkmilləşdirib. Baxın, məhkəmə islahatını həyata yenə zəng eləyir kimsə, bir dənə bu yazım ki, əl çəksin. Ümumiyyətlə telefonda dərs olanda kim zəng eləsə heç vaxt baxmıram. Bunlar da ancaq zəng eləyirlər. Niyə bilmirəm. Ona cavab verəcəm yazıq. Belə. Gəldik çıxdıq hara? Nədən danışırdıq uşaqlar? Ən son nədən danışırdıq? Zəng gəlməkdən danışırdıq. Demək ki, 2-ci Henrikin 3 dənə islahatı var. Bunlardan birisi məhkəmə islahatıdır. Birisi vergi islahatıdır. Qalxan pulu vergisidir. Hərbi islahat daha doğrusu. Qalxan pulu vergisi alacaq. Hərbi islahatdır. Üçüncüsü isə uğursuz olan hansıdır? Demək ki, kilsə islahatı. Demək ki, bunda kilsə islahatı var. Bunda kilsə islahatı eşitmirik. Bunda vergi islahatı var. Bunda da ayrıca vergi sistemi sözünü eşitmirik. Amma qalxan pulu adlı nə alınırdı insanlardan uşaqlar? Qalxan pulu adlanan vergi alınır. Bax, bunlar tam fərqli şeylərdir. Yadda saxlayırıq. 1-ci Wilhelm 11-ci əsrdir. 2-ci Henrich 12-ci əsrdir. Yadda saxlayırıq. 2-ci Henrichin dövründə Fransadan bəzi ərazilər işğal edilib. Fransanın bəzi ərazilərini. Amma demək ki, 2-ci Henrichi yadda saxlayaq ki, uğursuz islahatda nə oldu? Kilsə islahatı. Demək ki, niyə narazı oldu? Çünki ictimai narazılıq oldu. Bu nə demək istəyir? Krala kilsəyə nəzarət etmək istəyirdi. Aydındır? Bunu da nə edirik? Yadda saxlayırıq. Bu da nədir? Ümumi qanunlar. Ümumi qanunlar qəbul edilməsi sözünü harada eşitdik? 2-ci Henrikdə bu isə nə eşitdik? Kral məhkəməsinin təkmilləşdirilməsi. Böyük Azadlıqlar Xəritəsi 1215, ilk parlamentdə necə yazdıq? 1265. Bu 1215-in olmasının səbəbini biz belə başa düşmüşdük ki, ümumiyyətlə Fransa ilə getmək, Fransa ilə həm 13-cü əsrdə əvvəllərində müharibə gedib, həm də 14-cü əsrin əvvəllərində. 14-cü əsrin əvvəllərində Fransa 1302-də nə çağırmağa səbəb oldu? Nə etmişdi? Kilsə torpaqlarına qoymuşdu? Kilsə torpaqlarına vergi. Vergi. Kilsə torpaqlarına vergi qoyduğu üçün kim narahat olmuşdu? Papa. Papa narahat olduğu üçün kimi öz tərəfə çəkməli idi bu? İmtiyazlı insanlar. Ona görə nə çağırmışdı? Baş ştatlar. Demək ki, baş ştatlar deyə çağırılıb çünki İngiltərə ilə müharibə gedir. O zaman İngiltərə ilə Fransa 13-cü əsrdə müharibə aparıblar. 14-cü əsrin əvvəlində aparıblar, hətta 15-ci əsrdə də aparıblar. Çünki yüzlük müharibə nə edirdi uşaqlar? Davam edirdi. Aydın belə üçlü şey qoyub ortaya nə yazsa, bunu yaza bilərsiniz. Amma yüzlük müharibədirsə, yüzlük müharibə sırf 14-15-ci əsrlərdir. Bunu qarışdırmırıq. Demək ki, bunlar vergiləri artırmaq ilə məşğul idi. Kilsə ilə bu papanın arasında münaqişə oldu. O zaman bir dənə də uyğunluq tapaq. Deyirik ki, İngiltərədə kilsə ilə papa arasında münaqişə neçənci əsrdə oldu uşaqlar? 13-cü yüzillikdə. Bəs Fransada papa ilə kilsə arasında münaqişə nə vaxt oldu? 14-cü əsrdə. Bəs Almaniyadakı müqəddəs Roma ilə papa arasındakı münasibət nə vaxt pisləşdi? O da Reformasiya 12-ci əsrdə. 12-ci əsrdə. Açın bunu haranı açın, bir dənə analiz sayıb oxuyursunuz. Açın orada şey var. Reformasiya mövzusunun içində bir dənə cədvəl var.
Var mı? Açılmamır ya. Bir də açıb baxaq. Davam edək. Aha. Yazılıb. Aha. Yazılıb. Tapan var. 12-ci əsrdə nə olmuşdu deyirik? 12-ci əsrdə Almaniya Papa ilə münaqişə apardı. Şimali İtaliya şəhərlərini tuta bilmədi, zəiflədi, parçalandı. Ərazi siyasi dağınıqlıq yarandı. İngiltərə kral Papadan nə etməli oldu? Vassallığı qəbul elədi. Fransa isə Papaya nə edə uşaqlar 14-cü əsrdə qalib gəldi. Belə şeylər tanış gəlirmi? Yəni bu dərs ən çətin yeri budur. Bunu başa düşsəz hər şeyi başa düşə bilərsiniz deməkdir bura ilə bağlı. Deyir ki, münaqişə oldu. Münaqişədə Papa kimi taxt-tacdan uzaqlaşdırdı, kralı taxt-tacdan uzaqlaşdırdı. Ya Allah. Bundan sonra deyir ki, təbəələr buna üsyan eləyəcəyindən qorxduğu üçün, çünki təbəələr ona razıdır, hər gün vergi qalxa bilər falan. Dedi ki, demək ki, mən Papanın nəyəm? Vassalıyam. Papanın vassalı o zaman bunlar yenə narazı oldular. Sən Papanın vassalısansa, sən hər gün Papanın dediyini eləyəcəksən. O zaman bizə bəzi azadlıqlar ver. Bu da getdi bəzi azadlıqları nə etməli oldu? Verməli oldu. Müəyyən olandan əlavə vergi vermək olmaz. Kral öz başına buna nə etməli idi? Məhkəmə verə bilməz, öz başçılıq edə bilməz, hədsiz cərimə eləyə bilməz. Yəni yaxşı şeylər 1215-də yaxşı şeylər əhalinin xeyrinə. Şəhərlər azad olub idarə edilməli idi falan. Çünki şəhərlərdə zəngin adamlar var idi. Amma bu münaqişə yenə uzandı. Və bu münaqişə artıq bir e, problemə çevrildi. Ondan sonra 1265 nə yaradılmalı oldu? İri feodallar və ruhanilər, cəngavər və şəhərlərin təmsil olunduğu bir parlament. Bu parlamentin ən önəmli cəhəti 14-cü yüzillikdə artıq bunlar vergi təyin etməklə yanaşı, həm də qanun verməkdə iş görürlər. Bu nələri yadda saxladıq. Bu da belə. Bədisi sual mı verir? Yaxşı. Kimsə sual mı verir yoxsa yox? Aha. Bunu elədik, öyrəndik. Bu da belə getdi. Fransada baş ştat söhbətləri də gəlir. Deyirik ki, Fransa krallığı 843 dənə krallıq öyrəndik. Hansılar idi? İtaliya, Almanya. Almanya, İtalya. Almanya, demək İtaliya, Almanya vəzn Müqəddəs Romada deyəcəyik daha sonraki dövrdə, eləmi? Çünki 960-da nə adlanacaq bu? Müqəddəs Roma. Bir də nə dedik? Fransa. 11-ci yüzillikdə demək ki, İngiltərəni işğal edərək 1066 İngiltərənin kimlər getmişdi? Buradan gedənlər olmuşdu da. Normand hersoqu Fransadakı torpaqları özündə saxlayır. Ay Allah, 100-lük müharibənin səbəbi nədir? Bir cür yadımda qalmır deyənlər üçün. Səbəb budur. Səbəb odur ki, bunlar gedib İngiltərəni tutsalar da Fransadakı mülklərindən əl çəkmirdilər. Və Fransadakı kral hakimiyyəti gücləndikcə də öz ərazilərini azad eləmək istəyirdi. Öz ərazilərini azad eləmək istədiyində kimlə münaqişə düşürdü? İngiltərədəki idarə edənlərlə. Aydındır? Yəni bura elə bir ki, İngiltərə ərazisidir, burada Fransa ərazisidir. Bir zamanlar gedib buranı tutublar. İndi sonra buradakı adamlar özləri hakimiyyəti gücləndirəndə, buradakı kral, bunlarla münaqişəsini edib təzədən düşüb. Yüzlük müharibənin səbəblərini əvvəlki hadisə, ümumiyyətlə bir şeyi səbəbini tapmaq üçün onun nəyinə gedib baxmaq lazım? Önünə baxmaq lazımdır. Yəni niyə bu şeyin səbəb belə oldu? İlk başlatları neçə yazdı uşaqlar? 1302 çıxıb gelibsiz deyəsən. Səsim gəlir sizə? Səsim gəlir. Aha. Demək ki, İngiltərə əlasınız. Demək ki, burada nə elədi? İngiltərə kralına qarşı mübarizədə Normandiya, Akvitaniya geri qaytarıldı. 4-cü Filip dövründə hakimiyyət daha da gücləndi. Göstərdi 1314-ə qədərdir bunun hakimiyyəti. Bu həm 13 həm də 14-cü əsrdə hakimiyyət oldu. Bu nə elədi? Kilsə torpaqlarından vergi aldı, bu münaqişəyə səbəb oldu. Bütün təbəqələrin dəstəyini almaq məqsədi ilə baş ştatları çağırıldı və qalib gəldi. Bu önemli bir adım oldu. Bu da güzel Filip. Ayna ayna söyle bana benden daha güzeli var mı? Var dəli olurdu çıxır gelir. Gəlirik bura. Deyirik ki 13-cü əsrin əvvəllərində İngiltərə kralının az da bir ərazilər də var idi. Fransada mülkü var idi. Demək ki, Fransa kralı buranı tutmaq istədiyi üçün müharibə başladı. Bir var müharibənin bəhanəsi. Bir var müharibənin səbəbi. Aydın? Bir də bunlar arasında hansı ərazilərdə mübarizə gedir demişdik? Mahutla zəngin Flandriya. Belə bir şey var idi mi? Bunu da yadda saxladı. Bəhanəsi nə oldu bəs? Taxt tacı İngiltərə kralı dedi ki, Fransa da benim. Hər yeri benim deyirdi. Aydındır? Demək ki, 100-lük müharibədə əvvəl fransızların sayı çox olsa da orduda birlik yox idi. Aydındır? Kəndlilərdən ibarət idilər və yaxşı döyüşə də bilmirdilər. Aydındır?
Və demək ki, ingilislər isə daha yaxşı silahlanmışlar, daha sistemli hərəkət edirdilər. Bu döyüşlərdən birisi Kresi döyüşü. Kresi döyüşündə deyirik ki, ox atanlar məsələni həll elədi. Bu dərsi keçəndə həmişə mən uşaqlardan bu sual soruşuram. Başqa hansı döyüşdə ox atanlar döyüşü həll eləmişdilər? Maltepe döyüşündə Maltepe, Maltepe, Maltepe. Eşitdiniz belə bir şey? Nə vaxt oldu Maltepe döyüşü? 1326. Ya, kitabxanada mən ayrıca balaca bir otağa keçmişəm, amma oradan mənə qərib-qərib baxırlar ki, bu da müəllimə nə olur? Müəllimə nə olur? Müəllimi götürün. Demək ki, gizlilik müharibənin səbəblərində gördük. Burada cədvəllər xüsusən öyrənirik. 4-cü gözəl Filipi öyrəndik. Nə edirik sonra uşaqlar? Avropaya baxırıq. Müqəddəs bu boyda böyük olsa da görürük ki, ərazisi dağınıqdır. Bunu 962-yə neçə qədər yazacaqdıq? 1806-ya 1806. qədər, 1806-ya qədər alasınız. Bu Bolqarıstan üzərində neçə yaza bilərik? 1396 yaza bilərik mi? Kim tutmuşdu buranı? Osmanlı Müxbir'in 1396 beyazı. tutmuşdu. Alasınız, alasınız. İşte İkinci bu. Bəyazıd. Aha, birinci Bəyazıd. 1429-cu ildə burada demək başqa hansı döyüşlər var? 1356 var. Bu döyüş niyə düşə salaram mən suala? Çünki burada kim əsir düşür? Kral əsir düşür. Daha sonra digər önəmli bir məsələ 1358 narazılıqlar nəyə səbəb olur uşaqlar? Kral əsir düşdüyü üçün. Problem imza. Yox, 1358-də Jak üsyanı oldu. Jak üsyanının səbəbini, nəticəsini mütləq öyrənirik oldu. Bunu hətta öz dəftərinizdə mən sizə səbəb nəticə başlığında istəyirəm ki, özünüzə neyəsə qısa bir qeyd edəsiniz. Sonra 1360-da vaxt qazanmaq üçün müqavilə budur. Aydındır? Bunu yada salın. Amma döyüş nöqtəsi, dönüş nöqtəsi bu oldu. İnam yaratdı. Kimdir? Janna Dark deyir ki, bu döyüş oldu, dönüş nöqtəsi. Və onu cadugarlıqla ittiham edib edəcəklər, ölümə məhkum edəcəklər. Müharibənin gedişində Fransada nizami ordu, xalqın ruh yüksəkliyi. Daha sonra nə deyə bilirik? Deyə bilərik ki, ordunun vahid mərkəzdən idarə edilməsi, hətta deyirik ki, artıq odlu silahdan da müəyyən qədər istifadə etmək, topdan istifadə etməyə çalışmaları da deyirik ki, bunları necə biz ordularını gücləndirəcək və qalib gələcəklər. Daimi qoşun, yeni silah olan top, da bunlar hamısını dedik. Nə bilim, dönüş nöqtəsi, demək, döyüş üsullarında bir dönüş nöqtəsi. Amma yadda saxlayın ki, döyüş, top və tüfəngdən daha geniş istifadə olunan hansı müharibə götürürdük? 1618, 1600 neçə? 30 illik müharibə. 30 illik müharibə. Hə, bax, başqa ifadələrdir. Başlama, keçid deyirik burada oldu, amma geniş istifadə orada olacaq. Bu nə edik? Yavaş-yavaş toplardan istifadə nə edəcək? Koroğlu mu dedi, silah çıxdı, kişilik öldüm nəsə. Kim dedi onu? Eşitsin belə bir şey. Uşaqlar, ədəbiyyat, Koroğlu. Koroğlu dastanı keçirsizmi? Keçirik müəllim. Əla. Əlasınız. Qara ölüm, bu nə idi? Vəba idi, yayılırdı. Avropanın əhalisinin azalmışdı, şəhərlər qırılmışdı, vəziyyət çox pis idi. Demək ki, təbii bir fəlakət oldu və Avropa əhalisi qırıldı. Ondan sonra deyir ki, bunlar deyirdilər ki, səbəbi nə olduğunu bilmir. Elə bildilər ki, Tanrı bunları cəzalandırırmı? Ona görə dedilər ki, bu Yahudilər bizə xəstəlik yayıblar falan filan və onları dedilər, onlara qarşı bir qırğın. Almaniyada Yahudilərə qarşı bir qiyam. Bu neçənci əsr oldu? 14-cü əsr. Bir də demişdik ki, 20-ci əsrdə olmuşdu mu Yahudilərə qarşı Holokost söhbətləri Almaniyanı keçəndə? Yəni 20-ci əsrdə Hitler eləmişdi. Belə bir şey olub. Bunu da öyrəndik. Bir də deyirik ki, 15-ci əsrdə haran tutanda onları qıracaqlar? 11-15-ci əsrdə var idi? Bu şeydə Pirineydə nə hərəkatın gedişi idi? Hətta bu Yahudilərə kim sığınacaq vermişdi Osmanlı hökmdarlarından? İkinci Bəyazıd. Birinci, ikinci Bəyazıd, Vəli, ikinci Bəyazıd, eləmi? İkinci Bəyazıd nə dedik, hətta saxladıq. Gəldik bura. Demək ki, burada hər şey pisləşdi. Əhalinin vəziyyəti azaldı, tələbat artdı, işçi azaldısa, daha sərt qanunla işlətmək, daha çox işlətməyə ehtiyac yarandı, aydındır? Və bu da üsyanlara səbəb olacaq. Müasir dövrümüzdə də epidemiya nə idi? Covid-19 neçənci ildə olmuşdu? 2020-ci il. Mərkəzləşmiş dövlətlərin yaranması, yüzlük müharibədən sonra deyirik, ümumi düşmənə qarşı xalqın nəyi oldu? Birliyi oldu. Bu mərkəzləşmiş dövlət yaranmasına istifadə edildi. Bu nə adam oldu? Hiləgər 11-ci Ludovik. O neynədir? O illik vergi məsələsini tətbiq edib. O zaman deyəcəyik ki, 11-ci Ludovik
də vergi söhbəti var. Oldu bu necə vergi verir? İllik vergi. Həmişə vahid bir pul gəlir bu ilk xəzinəyə. İkincisi, gözəl Filipə nə deyəcəyik? Dördüncü gözəl Filipə. O da deyəcəyik ki, o da kilsə üzərinə nə qoymuş uşaqlar? Vergi qoymuşdu. Ne oldu? Bunu yenə də yada saldı. Daha sonra nə oldu görək? Başqa bir şey varmı? O hakimiyyətini gücləndirdi, özünə qarşı olanları isə nə edir? Hiylə ilə aradan qaldırdı. Yüzillik müharibənin dövrü İngiltərədə təsir elədi. Müharibə xərci, işçi qüvvəsi falan əhaliyə pis təsir elədi. Hətta deyirik ki, orada 1381-də nə olmuşdu? Nə olmuşdu 1381-də? Üsyan. Yüzillik müharibənin nəticəsində bəs deyir ki, əhali narazı qaldığı üçün iki hakim sülalə arasında mübarizə gedirdi. Bu isə bir 30 il davam edən romantik bu müharibə. Oxun ucuna gül qoyub atırlar. Ya Allah, getdi gül dəstəsi. Sonra gəldi kara. Müharibənin nəticəsində, yəni nəticə 7-ci Henrix gəldi hakimiyyətə və Tudorlar ta 1600-cü ildə idarə edəcəklər 3-ə qədər. Bunların ən güclü hökmdarı kim idi? Kim idi? İndi. Yelizaveta. Bir dənə şey var, belə yavaş-yavaş danışır. Nə diyorsun? Baxsın o videonu görür mü? Bəli. Hələ ekran saatı atarsın. Neydi o şeyin adı? Kim dedi? Görmədim ama. Ərincək. Mənim bir şey. Davam ediyoruz, davam ediyoruz. 7-ci ayını gücləndirmək üçün tədbirlər görüb. Nə edib? Feodal dəstələri məğlub eləyib. Aram müharibəsi eləyib, yəni onun qarşısını alıb, Aram müharibəsinin qarşısını alıb. İkincisi, nə edib? Orta təbəqəyə az vergi qoyub, nə bilim, onların təsdiqini alıb. Sonra, burada Pirneya yarımadasına bağlı bir ifadə var. Ən sonunda nə oldu? O da xristian krallıqları içində bu ikisi birləşdi. İspaniya neçənci götürüb? 1479, eləmi? Bu da mühüm bir addım oldu. 1492 nəyə son qoydular dedik burada? Granada əmirliyinə son qoydular və iki dənə dövlət qaldı. İspaniya və Portuqaliya. Buradan kimi cəzalandırdılar? Yahudilər və müsəlmanları buradan nə edilər? Cəzalandırdılar. Oldu. Bu da belə getdi. Gələk Granada müqəddəs Roma imperiyasına. Demək ki, müqəddəs Roma imperiyasına ayrıca bir başlıq var. Bu qədər bir şeydir. Demək, birinci Otto yaradıb. Papanı müdafiə elədiyi üçün bu belə adlanıb, kral elan edilib və bu şərtlə Papa deyir ki, mən səni qoruyacağam, amma sən məni digər hökmdarlardan fərqləndirmək üçün sən mənə kral elan etmən lazım. Dedi, tamam, onlar problem deyil. Və bir də məni müqəddəs elə demişdi. Çünki mənə heç kəs toxunmasın, mənə qarşı mübarizə aparmaq günah sayılsın. Okey, problem deyil. Amma 12-ci əsrdə bu bir problem oldu. Uğursuz cəhd nə oldu? Papa ilə ittifaq quruldu, İtaliyanın şimal şəhərləri və məğlub edildi. Bunun nəticəsi nə oldu? Bayaq uşaqlar bir cədvəl göstərmiş. Almaniyada mərkəzi hakimiyyət neylədi? Zəiflədi. Almaniya müqəddəs Roma imperiyası zəiflədi. Almaniyanın və İtaliyadakı ərazilərdə bunun nüfuzu düşdü aşağıya. Biz bu söhbəti bir də müqəddəs Roma imperiyasını 1517-1555 arada eşidirik. 1555 daha doğrusu. Şey, 1517-1555 eşidirik reformasiya hərəkatında. Almanya dağınıq halda qaldı ta 1800-ə qədər 70, bir də Almaniya yaranana qədər, imperiyası yaranana qədər. Bu bizim mövzumuz. Bizim mövzumuz. Demək ki, bizim növbəti proqrama mən qoşulmalıyam. Ona görə burada saxlayırıq. Amma təxmini bir şeylər danışmağa çalışdıq. Əlimizdən gələn eləməyə çalışdıq. Bazar günü mənə xatırladasınız 7-cidən bir neçə əlavə məqam var. Onu da buraya əlavə edəyərəm. Tamamdır? Buyur. Mənim biz 20-30-cu illərə izahat vermişdik, səhv etmirəmsə. Bəs bizim cədvəlimizdə niyə var? O bazar günü isə danışmışdıq sizin elə deyil? İkinci dəfə oldu. Bir şey olmaz. Pis oldu danışdığımız, başa düşmədim. Nigar? Yox, mənim yaxşı oldu sadəcə. Yazıklar olsun Nigar. Neden böyle yapıyorsun? Deyik, havaya danışırız deyik. Havaya danışırız deyik. Demək ki, gəlmişik Qarabağ Universitetinə və şahidlərə dərs keçirik abituriyentlərimizə, hədəflər olan abituriyentlərimizə. Və bu zaman bir abituriyent deyir ki, müəllim, niyə belə dərs keçirsiniz bizə? Yaxşı. Nəysə, deyirsən, təşəkkürlər Nigar. Yaş baxırsınız, növbət dərs görüşmək diləyilə salamat qalın, dəyərlisiniz. Sabah günorta dərsimiz olacaq. Sağ olun. Sağ olun.